Ulu Tanrı'nın adıyla. Cəhalət mühəndisliyinə qələbənin 277-ci bölümün başlayırıq, amma adını dəyişdik bu gündən və beyin mühəndisliyinə qarşı türkcə kitablar. Bunu qoydum, bəncə bu daha yaxşıdır, çünki belə nəzərə gəlirdi ki, mən kitabları oxumuram. Amma vaqiət budur ki, mən kitab oxuram. Mən əslində türkcə kitabı oxumağa, türkcə kitabları oxumağa çalışıram. Həm də o türkcə kitabları oxuyuram ki, əlyazmadır və neçə yüz il bundan qabaq yazılıblar və onlardan çap olan yoxdur, yayılan, basılan, yayılan olmadığı üçün onlar təkdirlər əslində. Onları oxuram. Əlbəttə içində bəzən olur şey, ola bilər gələcəkdə özəlliklə, indilikdə yox. Ola bilər o kitabları oxuyaq ki, mümkündür ki, onlar Türkiyədə ya Azərbaycanda ya bir ayrı Türk ölkəsində basılıb, ya çap olub və yayılmış olalar. Ondan dolayı ki, bunun üstündə təkid eləyək, beyin mühəndisliyinə qarşı türkcə kitablar deyə ad qoyduq. Və inşallah elə bu adına da davam aparacağıq. Çünki türkcə əski əlyazma kitabları oxuruq. Mən burada şəxsi düşüncələrimi təbii ki, o kitabla alver edirik. Yəni mən kitabla danışıram. Kitab məndən danışır. Mənə bir şeylər öyrədir, mən də ondan bir şeylər öyrəşirəm. Öyrəşdiklərimi öz dilimlə deyirəm. Bilirsiniz ki, hər kitabı ki biz oxuyuruq, o kitablıqdan çıxır. O bizim olur, yazarın deyək. O kitab bizimdir. Biz onu anladığımız yazarın anlayışı ilə fərqi var. Yazarın özü də indi onu təzəşdən oxusa, yenə ondan anlayışı fərqli olduğu üçün hər kitab o insan ki ondan danışır, onun fikri qədər, onun təcrübəsi qədər, onun düşüncəsi qədər, onun anlayışı, görüşü qədər onunla danışa bilir. Bu insanların özünə bağlıdır. Mən də təbii ki, insan olduğum üçün və özəlliklə də türk dilində təlim, tərbiyə almadığım üçün türk dili ilə alverim çox zor olacaqdır. Amma bunu başlayacağıq. Bir yerdən başlayacağıq və oxuyacağıq. Buradan 276 cələsə oxumuşuq. 500-dən çox kitabı burada tanıtdırmışıq, tanımışıq özümüz. Mənim də türkcəm biraz irəliyibdir. Yəni hələ o istədiyim yerə yetişməyib. Amma yəni əvvəldəki ilə indikini qoysaq bir-birinə, elə bil ki, bir dana uşaq ki dil bilmirdi, bir ayrı dili öyrəşmək istirdi. Onu qoymuşsunuz mədrəsəyə, məsələn, yetirib özün 6-7-ci sınıfa məsələn. Bu qədər razıyam, yəni getmağımdan razıyam. 7-8 ayda pis deyil. Bir il dolanda olacaq 366 gün olanda olacaq bir il. Bir ildə gündə 2 saat o hər cələsədə ya 1 saat yarım, 1 saat da olubdur. Vaxt qoymaqla özümüzə bir fayda qazanırıq. Gedək görək bugünkü kitablarımız, hangi kitab bizim qarşımıza çıxacaqdır. Biz ondan tanış olacağıq. Ondan alver, fikir, düşüncə alveri alıb verəcəyik və bu cəhalət mühəndisinə qələbədə o bizə əl uzadacaq və yardımcı olacaqdır. Keçənki cələsədə əgər iştibah eləməsəm, Töhfətül Farisin fi əhvali xiyul mücahidin oxuduq. Və orada bu kitab bir muzədə saxlanır. Atların necə saxlanması, xəstəlikləri, dava dərmanı və ondan bir 30 neçə dana da nəqqaşi, rəsm, cizgi şeylər gördük ki, çox bahalı kitabdır əslində, çox ərzişli, qiymətli, tapılmayan bir kitabdır. Türk dünyasında bunu yazıblar. Bu kitabın, əlbəttə bir dənə də ayrı kitab oldu. Töhfə-i Şahidini də oxuduq.
ki bu da şeir şəklində yazılmışdı və 921-ci ili hicridə, yəni 526 il öncə bu kitab yazılmış idi. Əlbəttə bunu mən tarixin o şeylə cəm elədim, 825-ə gəldi. Yəni əbcədlə cəm eləyəndə 825-i mən tapdım, bir də 1211-i. Çünki bu muzə, əlbəttə yox, bu kitabın üstündə yazıblar ki 921-ci ilə aiddir. Mən bu 825 daha çox yaxındır ona. İkinci kitabdakı Töhfətül Farisin fi Əhvali Heyvanil Xiyuli Mücahidin. Burada xiyul yazıbdır, amma mən bunu heyvan yazmışam. Cəlibdir ki, ehtimalən mən burada bir səhv eləmişəm. Gedim bunu düzəltməyə çalışım. Buradan kitabı görürük indi. Mən bunun şəkillərini də bir sizə göstərirəm ki, o dostlar işi görməyiblər bu kitabı görsünlər. Bura fehristdir kitabın və bura kitabın birinci səhifəsinin yazısıdır. Görürsünüz, Osmanlı dövrünün son zamanlarına aiddir bu rəsm və Sultan Əbdülməcid xan İbn Sultan Qazi Məhmud xan zamanında yazılıbdır. Ki bunu yazan Əhməd Əta Təyyarzadedir. Bunun yazması gərək kitabı Əbdülməcid xan rəhmətliğin zamanında yazmış olsun. Amma bu ingilislər yazdığı şeydə məncə nüsxətini Şakir Muhəmmədi onun dövrəsinə aparıblar və Ətazadəni sonraya saxlayıblar ki, bu da məncə doğru olmadı. Qeyd etmişəm arxaya tərəf. Burada kitabın adını yazmışdı, əgər tapsaq, Töhfətül Farsiyin fi Əhvali Xiyul yazıbdır. Xiyuldir. Bunu xiyul yazıbdır. Mən heyvan yazmışam. Xiyuli Əl-Mücahidin. Tamam. Bunu da o adla burada yazmışdı. Bunu oxumuşduq. İndi isə gedək görək ki, bugünkü kitablar hangi kitab ola bilər? Həqiqətü Süəda adında bir kitabdır. Allah rəhmət eləsin, Azərbaycanlı. İki dənə bugün şeir kitabı açdım. Əslində görək ki, bizə nə cavab verəcək bu kitablar. Bizə nə öyrədəcəklər? Birinci kitaba gedək baxaq. Bu xiyulun dedim ki, bir şeyini də göstərəcəyəm sizin üçün. Aha. Bu biraz çevirin bu nəqqaşiləri ya cizmələri görəsiz. Gözəl, gözəlcəsinə beləsi. Yəni hər səhifədə əlbəttə gedim görüm axirdə var. Buradan başlasaq, kitabın indi axirlərinə tərəf gedirik. Birinci sol tərəfdən gedirik. Əlbəttə indi sağdan getsək fərqli olar. Kitabı soldan qoyduqları üçün biz də soldan sağa gedirik. Bu nəqqaşiləri görürsünüz. Osmanlı çağına aiddir və çox qiymətli bir kitabdır. Atların xəstəlikləri haqqında və necə bu mərəzlikləri dava dərman edəcəksiniz. O haqda kitab vaqəən çox əla bir yazıdır. Tibbidir. Eyni bu kitab əslində atlar tibbidir. Bunu öncədən də bir dəfə oxumuşduq. Yadıma gəlir. 6-cı, 5-ci, 4-cü və 3-cü, 2-ci və sonuncu. Tamam. Burada bu kitab qutardı. Getdik ikinci kitaba ki, istirik bugünləri oxuyaq. Həqiqətü Süəda Fuzuli rəhmətlikdən bizə yadigar qalan bir düşüncədir. Şeirlər içində bir növ düşüncə daşıyır. Yəni
aydın da deməsə, bir neçə mövzunun, neçə qonunun haqqında düşüncəsini ortaya qoyur. Və bu düşüncə içsəldir, normalda şairin içindən gələndir, amma dışarıda, eşikdə olan həqiqi dünyada olan varlıqlarla ilgisi olan duyğulardır, anlayışlardır, görüşlərdir. Bunlar fərqi var, anlayış, görüş, bunlar fərqlidir. Kitabın cildini görürük, baxsaz görürük ki, kitab çox işlənibdir. Bunun üstü tox qırmızı, şarap rəngində şeymiş, amma işləndiyi üçün xarab olubdur. Ehtimalə bunun dövrəsində çox bir gözəl nəqqaşı görünür. Onlar da, yəni cizmələr varmış, onlar da aradan gedibdir. Kitab köhnəlib əslində çox əskimiş və yıpramışdır. Səhifələrin açırıq, görürük ki, kitabın şirazəsi, yəni iki yerdir ki, bir-birinə yapışır. Kitab orada, ora cırılıbdır. Həqiqətüs-Səda Türki və burada əlbəttə bəlli deyil ki, harda saxlanır buracan. Kitab köhnəliyini burada görürük və kitabın yetişirik əsl içinə. Əsl içində burada görürük ki, kitab iki yerə, üç yerə yenə bölünür Osmanlı dövründə, amma fərqli. Osmanlı dövründə normalda Bismillahın yeri kiçik olur. Ondan üstə o günbəz dediyimiz yer yekə olur və onun üstündən ki, o göyə tərəf bir şeylər gedir, o yaxçı olur. Amma burada görürük ki, o Bismillaha yer qoyulan yer çox yekədir. O şey dediyimiz yer, günbəz, məscidin günbəzi dediyimiz yer, caminin günbəzi dediyimiz yer ora kiçikdir və qolları var. İki dənə də ayrı gülləstə deyirik biz. İndi Türkiyədə ona minarə bəlkə deyirlər. Ondan görsənir ki, o tərəfə gedir. Kitabın yazısını görürük. Kitabın zahirən su gedib ya hər nə olubsa, kitabın kağızından qopan yerləri biz görürük. Kağız bir şey yapışdırıblar, qopubdur. Məsələ, onun üçün yazılar da bəzi yerdə qopublar, orada burada xal kimi, orada burada bir şeylər qopubdur. Bir dənə möhr burada bu səhifədə görürük, ikinci səhifədə, amma o da şey deyil. Yazının dövrəsində, kənarlarında, qıraqlarında çarçivələri görürük. Çarçivənin də için rəng ediblər. Çarçivələr davam edir. Yazı Türkcə, ərəbcə əlfabetində yazılmışdır və bir qələmlə yazılıbdır ki, əl yazısıdır birincisi və Türkcədir. Bunu qeydim arxaya görüm ki, əvvəlində bir-iki kəlmə bəlkə ərəbcə vardı, qalanı Türkcədir. Bəli, Türkcədir və bu bəzi kəlmələri ehtimalən qırmızı ya al rəhdə yazmışmış ərəbləri, ya hər nə ki istirmiş, qabaqçı söz qutarıbdır, sonuncu sözün arasında bir şeylər yazacaqmış. Onları ehtimal verirəm qırmızı ilə yazmışmış, amma rəngi keçibdir. Ya da ki, qırmızıya yaxın, altın rənginə yaxın bir rənglə yazmışmış ki, biraz indi zorla görünür, amma görünür. Yəni, o cür deyil ki, görünməsin. Xətt qələmlə yazılıbdır, əllə yazılıbdır, amma mən ki, türk dilində çox savadsızam, təlim görməmişəm, tərbiyə görməmişəm, oxuya bilərəm bu xətti. Bəlkə orada-burada bir dənə kəlməni oxuya bilmədim. Sətirlər bir-birlərinə çox yaxındır, kəlmələr bir-birinin qarnına giriblər, amma bununla belə bir-birindən ayırt eləyib oxuması qolay olar. Dördüncü səhifədən o yüzden görürük ki, bəzi yazıların üstündə, başının üstündə qırmızı xətt çəkiblər ki, onunla ayırsınlar. Sonra 6-cı səhifədə yetişirik babları, sayır ki, nə haqqında danışacaqdır və cəlibdir bunun bəlkə 8-ci ya 10-cu səhifələrində miniatürlə qarşılaşırıq. Çox gözəl bir miniatürlər burada görürük. Amma heyf olsun ki, bunları bizim əlimizdə deyil daxı.
Burada yenə 15-ci PDF-in. Deyək ki, bu kitab 230 həqiqət adın yazıq əvvəl. Ad, kitabın adı Həqiqətul Suəda. Yazar Muhammed Fuzuli. Muhammed Fuzuli Həzrətləri bunu yazmışdı. Dil Türkcə. Çox ola bilər ki, Azərbaycan türkcəsi olsun, amma bunu sonra. Səfhə sayı, səhifə sayı 230, amma bunu 2-yə çarpmalıyıq. Olacaqdır 460 səhifə əslində. 460 səhifə. Bu olacaqdır. Niyə? Çünki PDF-in hər bir səhifəsində 2 kitabdan səhifə qoyublar. Bu cəlibdir. Burada taza bir model bu kitabda, yəni indiyəcən gördüyümüz miniatürlarla fərqli bir miniatürlarla, cizgilərlə tanış oluruq. Məsələn, mən indi buna diqqət edirəm. Qabaqki miniatürlər ki, buradan görmüşdük, bir dana səhifədə ya o bir dana nəqqaşinin içində, cizmənin içində bir qonu var idi. Burada isə qonular fərqlidir. Yəni bir dana məsələ birincisinə əlan baxırıq burada. Burada bir kadrın ya bir çərçivənin içində bir şəkli görürük. Orada 5 dana insan ola bilər, birinin başında tac olsun, biri yarımçılıq ayaqları, bacaqları və ha belə göbəkdən üstə açıq geyinmiş. O birislər amma şeydilər, yəni çox əla bir paltarlar geymişlər bağda. İkincisi kadrda bir oğlan erkek görünür ki, güya ki məsələn hamamdadır, filandadır, belə bir şey görünür ya da cəhənnəmdədir, o da ola bilər. Əlbəttə burada fəqirliyi onlarla bərabər qoyur. Yəni o adam ki, şahın da yanında ya o paltarları çox əla paltar libas giyənlərin yanında olanların yanında olan da bir od içindədir. Yəni onu da bir od içində. Yəni kasıblıq, fəqirlik özü bir oddur düşüb cana. Bu oğlan da ki bir kadrda ayrı çəkilibdir. O da bir od içindədir. Yəni aynı oğlan da ola bilər. Bunun üstündə 2 dana başqa kadr var ki, orada yenə bir adam bir tacla oturubdur, baxır və qanatı var. Eyni həman bu şəkildə ki, o dedim şahdır, amma onun da qanatı var və onun yanında bir dana da bir ayrı kadrda bir xanım, qız oturub pəncərədən baxır dışarı və bunlardan dışarı, kadrdan dışarı 2 dana da, hətta 3 dana da ayrı bir qonu var. Bir bu ki, ehtimalən kitabın yazarın kendisinin üzü çizgisi var. Və bunun yanında bir tavus, bir də ilan var. Cəlibdir ki, bu belə bir şey görünür. Amma o birisi səhifəyə gələndə orada da görürük ki, yenə bir neçə kadr var. Çərçivə var, çərçivə içində və çərçivədən dışarı neçə dana ayrı qonular var ki, dedim bu miniatürda birinci dəfə görürəm bunu kitablarda. İndi bir dana böyük kadr var. O kadrın içində 2 əsli qonu var. Ondan sonra da onun içində ayrı bir kadrlar, ayrı rəng ilə çəkilir və orada da ayrı konular var və kadrdan qırağı bir dana göydən mələk gəlir, qanatlı, bir yerdə otlar yanır, cəhənnəmdir və bir yerdə 2 qızla oğlan aşağıda, kitabın aşağısında qol-boyun bir-birlərinə göz-gözə baxaraq məsələ hərəkət halındadılar. Belə görünür. Bunlar heç birisi və burada bir daha bir şey var. Bir dana bir alət var. Bu görürəm məncanıq kimi bir alətdir. Mənə belə gəlir. İndi belə gəlir ki, bu Həzrəti İbrahimin nağılıdır.
Həzrəti İbrahimi bir mancanığa qoyublar. O mancanığı bir ip ilə neçə nəfər yapışıblar, çəkirlər. O erkəkli, xanımlı. Yapışıblar, çəkirlər. O Həzrəti İbrahim olacaqdı, onu ota atırlar və o tərəfdən göydən o mələk gəlir. Belə bir çox mənalı və şey. Amma mənə belə gəldi, yəni baxıram bunları ki, dedim sürəti biraz çoxaldıram ki, kitabdan daha gedək öncə. Kitab hala şeir deyil. Bu kitab mənə belə gəlirdi ki, bəlkə şeir olar. Çünki mənim Füzuli həzrətlərindən eşitdiyim, kitabın kamil oxumamışam, oradan buradan oxumuşam. Füzuli həzrətlərinin divanın oxuyanda şeir görürdüm. Mən deyirdim Füzuli həzrətləri şeir yazır, amma Füzuli həzrətinin burada bu Hədiqətü's Suəda dediyi kitabda bir nəsr ilə qarşılaşırıq. Bunu oxumağımız cəlibdir. Yenə burada PDF-in 55-ci səhifəsində yenə bir miniatürlə qarşılaşırıq. Bir minbər əksi var. Bir minbər çəkilibdir. Minbərin üstündə bir şəxsiyyət əyləşmiş, amma bunun üzü örtülü. Üzü yox, üzü parça ilə nuqab, məqnəə deyə hər nə desək onunla örtülmüş. Aşağıda da iki çocuq vardı və bir çox insanlar var. Onların da içində bir şəxsiyyət var. Onun da başında bir əmmamə kimi bir şey var. Amma onun da üzü görünmür. O bir sual sorur zahirən. Belə nəzərə gəlir ki, bu Həzrəti Rəsul olacaqdır. Amma Həzrəti Rəsul zamanında minbər yoxdur. Məsələ budur ki, minbər olmadığı üçün onu biz burada fərqli görürük biraz. Kadrda iki yerə bölünübdür. Bir, Həzrət Məhəmmədə qarşı minbərin qarşısında oturanlar, bir də minbərin sol böyründə oturan iki şəxsiyyət, birinin saqqalı çox ağ, birinin saqqalı qara, bunu görürük burada. Sürət necə çoxaldıram, çünki kitabı görürük, su geçib içinə, şirazəsi cırılıb, bunu əvvəldə dedik, şirazə çox yerdə görürük şey olubdur, kitabın bir dənə ayrı yenə bir şeyə gəlirik, bir miniatürlə burada qarşılaşırıq. Bir şəxsi yenə üzü örtülü, əlində qılıc, əyləşibdir bir sandıq kimi bir şeydir. Onun üzərinə insanlar arxasında və qarşısında oturublar, ayaq üstə durublar. Bir-birləri ilə əlbəttə konuşurlar, zahirən danışırlar və aşağıda gördüyümüz bir nəfər bir musiqi alətidir, qılıncıdır, nədirsə, məncə qılınc gəldi, bu musiqi aləti gəlmədi. Bəli, qılıncıdır. Ola bilər ki, mən hələ bu kitabı oxumadığım üçün deyə bilmirəm, İbn-i Mülcəm kimi belə bir şey gələ bilir mənə. Bu çox, burada əlbəttə bir dənə də şəxsiyyətin burada üzün çəkiblər, iki üzlüdür. Çox əcib bir şəxsiyyət görür. Çox gözəldir. Əslində bu miniatürlər təlimi bir şeydilər. Daha bir miniatürlə qarşılaşırıq. Burada zahirən dağlardır. Dağların arxasında kadrdan eşikdə 3 dənə xanımlar vardı. Kadrın içində erkəklər vardılar. Bir şəxsiyyət, bir kişi qılıc kəsibdi, çəkib savaş halında, hərəkət halında. İki şəxsiyyət od içində yanır. Və aşağıda bir erkəkdir görünən, ehtimalən ölmüş, yatmış, ölmüş görünür. Bunlar kadrdan eşikdə, amma xanımların əlləri dua halında ya bir danışıq halında və üstdən də bir xanım başqa dağların arxasından baxır. Çox sevdiyim bir miniatürlər, yəni çox fərqli.
146-cı səhifədə də başqa bir miniatürlə qarşılaşırıq. Zahirən iki ordu nəzərə gələn bir yerdə bir-birlərinə qarşı gələcəklər. At üzərində bir dəsi bir şəxsiyyət ki, üzü də görsənmir. Yəni İslam şəxsiyyətlərindən Həzrət Peyğəmbər ola bilər ya böyük şəxsiyyətlərdən biri ola bilər. At üzərində durmuş və öz ordusuna danışır. Onlar da əllərində qalxan filan və bir başqa tərəfdə isə, yəni arxada ordunun qarşısında ola bilər. Dağlar arxasında ya çox bir uzaqda bir ayrı ordu görünür bayraqlarla. Əcəba o kimin bayrağı ola bilər? O da qonu məsələsi üstündə əlbəttə yekəssaq bunu, biraz eləsək, üstündə bir şeylər görünür, amma bu bayraqlar güldülər. Zahirən bayraqlar güldülər. Sürətlə də təzaşdan gedirəm. Kitabı baxa-baxa buradan neçə dənə birkaç miniatürlə qarşılaşdıq. Yazılar aynı şəkildə devam edir. Kitab çox böyük bir kitabdır əslində. Burada bir şeirlərlə 224-cü səhifə, PDF-in 224-cü səhifəsində bir neçə şeirlə qarşılaşdıq. Bunu sonra oxuyarıq və kitabın son səhifəsi, yəni PDF-in 227-ci səhifəsində biz yenə bir miniatürlə qarşılaşırıq ki, bir ev içi olacaqdır, bir məclis olacaqdır. O məclisdə bir xanım var, üzü bəlli deyil. Üz var, amma içində o göz falan o qədər bəlli deyil. Bunları deməkdən və bir pəncərədən qadınlar arxa tərəfdən iki qatlı bir bina kimi görünür. Pərdə arxasından baxırlar və ağlır. Zahirən biri dəsmalı da tutub ağzına ağlır, amma o birisilər şeydir. Bir dənə də qadın burada cəmiyyətin içindədir, amma üzü bəlli deyil. Erkəklərin də birinin üzü bəlli, ikisinin üzü bəlli deyil. Ehtimal verirəm ki, bu bəlli olmaqlar ki, çox yerdə göründük. Əvvəldə işarə elədim, kitabın üzərinə bir şeylər düşübdür, kitab qopubdur. Burada da aynı nəzərimə gəlir ki, o qadının üzü və buradakı oğlanın və buradakı erkəyin üzü, o cürsə üç yerdə ən azından erkəklərin üzündən qopduğu görünür. Yəni, bunun rəngi bir cürrüqlə şey olubdur. Son şeyini gördük. Qeydaq gedək və kitabı oxumağa başlayaq. Görək ki, bir həqiqəti suəda ki, mən bunu anlamadığım üçün və şeir dedim olacaq onun üçün bunu, amma harada saxlanır onu bilmirik. Yəni, Füzuli Həzrətləri çox məşhur bir şəxsiyyətdir. Yəni, bunun kitabının yazılması əcəba bu nüsxədirmi, yoxsa əsl kitabdır, onu bilmirəm, amma yəni oxumaqla bəlkə bir tarixdən bir şeylər gətirək vaxtdır. Bismillahirrahmanirrahim yazılmış olsa da görünmür. Və dediyim kimi o nəqqaş kitabın üzərinə bir şeylər yapışıbdır, onu qopardıbdır. Çox bu da kitabın şeyinə biraz zərər yetiribdir. Bismillahı mən görmürəm, amma Bismillahirrahmanirrahim. Rabbi işrih li sadri və yəssir li əmri və əhlul uqdətən min lisani liyəfqəhu qavli. Eyni Həzrəti Musa Allaha deyir ki, Allah mənim sinəmi aç, mənim və yəssirli əmri və mənim işlərimi yumuşaq elə, rahat elə və əhlul uqdətən min lisani, mənim dilimdə bu çətinliklər ki vardı, sözləri tapıb deyə bilmirəm bəzən. Buna mənə yardımcı ol ginən, bunlar söz ginən liyəfqəhu qavli, niyə ki, insanlar mənim dediklərimi anlaya bilsinlər. Yəni, mən o dil ilə danışım ki, insanlar anlaya bilsin. Ya Rəbb, Ya Rəbdə eşqidə bəni şeyda qıl.
Ya Rəbb, rəhi eşqidə, Ya Rəbb, rəhi eşqidə bəni şeyda qıl, əhkam ibadətün bana icra qıl, nizari sünündə gözüm bina qıl, ovsaf həbibində dilim güya qıl. Üstdəki ayəni şeir ilə gözəl açıqladı. Şeyda dəli divanə olmaq, birini sevib onun sevməsindən hər şeydən geçmək, dəli olmaq. Dəli olmaq demək, yəni insanlar mənə görə nə cür fikirləşirlər, yemağıma, içmağıma, yerişimə, duruşuma, danışıma önəm verməz. Giyişimə filan önəm verməyən bir insan, aşiq bir insan olursa ona şeyda deyirlər. Əhkam-ı ibadətün bənə icra qıl. Sənin də əmr və ibadət burada öncədə də bunları oxumuşuq türkcədə. İbadət anlamaq anlamındadır. Mən səni anlayım, düşünüm, sən nəsən, nə istəyirsən, nizari sünündə gözün bina qıl. Sənin yaratdığın bir şeyləri görməkdə, yaradışları görməkdə mənim gözümü aç kimi. Biz bunu eləmirik indi. Çox əcib sözdür. Nizari sünündə, sünün sənin yaradıcılığın, sənin yaradıcılığında gözlərimi bina qıl, açıq qoy. Bina bu deyil ki, açıq belə baxaq. Baxmaq deyil, bina, yəni axtarışlı bir baxış, dərin baxış, anlamağa çalışan bir baxış, düşünən bir baxış. Ovsaf həbibində dilim güya qıl. Və sənin sevdiklərin, Həbib burada düzdür, Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə işarə edir. Amma Allahın Həbibi kim ola bilər, kim ola bilməz? Hər kəs Allahın Həbibi ola bilər. Niyə? Çünki Türk dünyasında bizə belə öyrədiblər ki, hər bir şey Allahın təcəllisidir. Təcəlli nə deməkdir? Mən buna bir misal vursam, buna bənzətsəm, məsələn biz bir dizi oynurlar, oyuncular, onu bir yazırlar, onu bir yerə salırlar, bir divara, bir filmidir ya bir dizidir, bir divara salırlar sinemada ya televizyonda. Biz burada oxtururuq, ona baxırıq. O orada onların təcəllisidir. Orada özləri deyil, amma təcəllisidir. Biz də Allahın özü deyilik, amma Allahın təcəllisiyik. Bunun üçün hər birimiz Allahın Həbibiyik. Və Allah insan kimi deyil ki, gəlsin mücazat eləsin. Allah zalim deyil. Allaha görə ədl mənası yoxdur ki, Allah adilli zalim deyil. Belə bir şey, şiələrin belə bir şeyə etiqadları var. Amma belə bir şey, Allah ki, mütəal və müqtədir və mün'imi və mütənəim və mütəkəbbir, əzzəmə sultanuhu və əzzə şə'nuhu, kitabi vacibut təkrim, Qur'an-ı Kərimi. Kitabi vacibut təkrim və kəlam-ı lazım-ı təzimində meydan məhəbbət bəlakişlərin və badi iradət mütəəttişlərin bu xitab-ı müstədab ilə sərəfraz etmiş ki, mütəəttiş ateşləri olanlar, mütəəttиш yəni susuzlar, insanları ki su içmək istəyirlər, amma çox susuzlar yəni. Badiyə çöl, badiyi iradəti mütəəttişlərin bu xətab-ı müstətab. Məsələ, Allaha Əfəndimiz deyəndə xətab-ı müstətab edirik. Bu xətab-ı müstətab ilə sərəfraz etmiş ki, vəliyubəvvənənəkum. Burada bu ayənin, bu kəlmə Qur'andan
Allahın fərmayişindəndir. Kağız düşübdür, bir şey düşübdür, qopubdur. Yəni ey şahrahi sədaqətdə, şahrahi sədaqət utuban, düzlüğün, saflığın desək, utubanında ya highwayində. Yəni ey şahrahi sədaqətdə sabit qədəm davasın qilənlər. Davasın qilənlər, yəni o davaya girmişlər. Qızıl əlma bizim davamızdır. Dava. Dava həman sözdür, ərəbcədir. Biz biraz bunu dava türkcə deyə işlətmişik. Və ey təriq-i vəfada. Vəfa çox ayrı bir şeydir. Bizlərdə, insanlarda o qədər yoxdur. Vəfada laf-ı istiqamət ürüb, şərəf-i imtiyazə talib olanlar. Sayır kimləri çağırır sözə? Əgərçi ərqam-ı səhaif-i etiqad göz bizə, etiqadınız bizə vazihdir. Əgərçi ərqam-ı səhaif-i etiqadınız bizə vazihdir və keyfiyyət rüsux-i səlah və fəsadınız bizə mayehdir ya malehdir, oxunmur. Mən özümdən beləsi oxudum. Mayeh, amma sizə dəxi məlum olmaq üçün sizi imtihan edəriz. Allah Təbarək Teala'dan dilindən danışır. Linəbvənəkum, biz səni mübtəla edərik. İndi mən bunu əcəl yazsam, burada ChatGPT-dən soruşacaq. Əgər bunu oxuya bilsəm. Linəbvənəkum, harada yazırdıq? Linəbvənəkum. Linəbvənəkum nə mənə deməkdir? Vaje-i Qurani li lam-ı təkid, nun mə'əl qeyr. Bulu az ریشه بلا biz sizi belaya müptela ederiz. Nun تأکید سقیله لنبلونکم یعنی قطعا و حتما شما را می آزماییم. biz sizi imtihan ederiz. Sınamaq. İmtihan ərəbcə sözdür, onun türkçəsi sınamaqdır. Onu buradan dedi. Yəni amma sizə dəxi məlum olmaq üçün sizi imtihan edəriz. Bir şeyin təfsir edir ayənin o məna. Bir şey ilə sizi biz mübtəla edərik, bəlaya salarıq. Bir nəsnə ilə minəl xovfi ki nələrdir? Qorxu. Biz sizi qorxu ilə, qorxu canınıza salarıq, qorxu yaradarıq sizi ki ibarətdir. Ya tərqib ibadət üçün bim uqubat uxrəvidən, ya zuhur rütbə-i təslim və təvəkkül üçün tərsi məsayib dünəvidən. Biz sizi iki şeydən qorxudarıq. Burada əlbəttə ikisini deyibdir, qalacaq çox ola bilər. Çox şeydən bizi imtihan eləyə bilər. Ölümlə, əzizlərimizin ölməsi ilə, xəstəliklə, qəzalara mübtəla olmaqla, zəlzələ ya deprem gəlməklə və çoxlu bir şeylərlə. O cümlədən özümüzün elmə diqqət eləməmazlığımızın əsərində çəkdiyimiz zərərlərlə, çətinliklərlə. Minəl xofi ki ibarətdir, ya tərğib ibadət üçün bimuqubat uxrəvidən. Sizi ibadət ərz elədim qabaqda, öncədə türklər ibadəti namaz qılmaq anlamında almayıblar. Onu düşüncə anlamında alıblar. Bu düşüncə anlamında olanda deyir ki, səni düşünmək üçün, düşünməyə tərğib eləmək, rəğbət göstərmək, maraqlı etmək üçün sonki dünyada, qiyamətdəki olan əzablardan, məsaibdən sizi qorxutmaq. Uqubat, çətinliklər, kötəklər, mücazatlar, cəzalar. Ya zuhuri rütbə-i təslim, ya da sizin nə qədər təslimsiz Allahın əmrinə və təvəkkülü üçün, sizin bu təslim və təvəkkülünüz Allaha nə qədərdir, bunu bilmək üçün sizi
bu dünyanın çətinliklərindən, müsibətlərindən qorxutmaq. Vəl-cu'i, cu aclıqdır ki, o da ikincisi olur. Məsələn, minəl xofi vəl-cu. Cu aclıqdır. Qəhət ol ibarətdir və ya inkisari soləti quvayı şəhəviyyə üçün. Soulət, yəni üstünlük, yayımlıq, özünün içinə almaq. Deyir ki, sizin quvayı şəhəviyyəzi sındırmağın, onun önəmin sındırmaq üçün qəhdi şərabu təamidən və ya infaz-i əhkam şər'iyyə üçün, infaz icra, infaz-i əhkam şər'iyyə üçün irtiqab-i siyamidən, siyam orucluq və nəqsun minəl əmval. Üçüncüsü nədir? Ki, o ibarətdir ya bəyani izhar inqiyad üçün ixrac xums zəkatdən ki, sizi nə qədər bağlısınız, bağlı deyilsə ona xums zəkat verirsiniz. Əslində bunlar vergidir. Amma hangisi əslidir, hangisi əsli deyil, bunu biz axtarıb bulmalıyıq. Çünki Quranda bir uzun zaman xums zəkat yoxdur. Sonralar İslam dediyimiz kimi tarixdə gəlişən bir anlayış, din, yaşamdır. Allah tərəfindən gəlmişdir, amma tarix içində şəraitə uyğun bir dindir. O cümlədən Məkkədə olarkən xums zəkat yoxdur. Yəni 13 il Həzrəti Məhəmməd xums zəkatından şey olmuyor. İndi bunu əgər icazə versəz, burada şeydən də bir soruşa bilirik ki, xums və zəkat İslamın hangi çağında Rəsul Həzrətlərinə gəlmiş görünür. Yəni mən belə görürəm ki, hətta Mədinədə də 1-2-ci ildə yoxdur, sonralar gəlir. Mənə belə gəlir. Bəlkə də yanlış oluram, çünki mən indi çox uzun zamandır ki, Qur'anı təzədən oxumamışam ki, görüm. Sualınız mühüm və tarixidir. Xums və zəkat hər ikisi İslamda mərhələ-mərhələ təşri olunub. Qıssaca və dəqiq deyə açıqlayım. Zəkat nə zaman gəlmişdir? Bu dediyimiz kimi zaman içində İslam zaman içində topluma ehtiyac olan mənfəətlərin, çıxarların qoruyan, onun əmniyyətin qoruyan, mənafiin təmin eləyən və zərərlərin qarşısını alan üçün zaman içində dəyişibdir. Həm gəlib, həm dəyişibdir. Yəni, İslamda 2 şey, 3 şey əslində sabitdir. 3 şey. Ondan sonra heç bir şey sabit deyil Həzrəti Rəsulun zamanında. Birisi, Allah birdir, şəriki yoxdur. İkincisi, Muhammed sallallahu aleyhi və səlləm Allahın rəsuludur, elçisidir. Üçüncüsü isə qiyamət vardır. Bu 3 danadan sonra İslamda heç bir şey sabit deyil. Heç bir şey sabit yoxdur. Əsli və zəkat Məkkə dövrəsində Beysətin əvvəl illəri o zamanda. Bəs zəkat deyir ki, o zaman gəlib. Amma onda niyə gəlibdir? Çünki onda Həzrəti Məhəmməd şeydə yaşırdı və insanların mali durumu yox idi. Yəni, o dərədə yaşırdı, Əbi Talib şeibində yaşırdı, təbiiddə idilər, mühasirədə idilər. Orada nə cür zəkat ala bilərdi insanlardan? Zəkat icmali şəkildə imanən və əxlaqən bağlı hökm idi. O zaman iman, burada nə demək? Məsələn, burada onda olar, o şey ki, indi bu Avropada, Amerikada, özəlliklə mən Kanadada yaşadığım üçün, Kanada və Amerikada volunteer dedikləri, yəni istədiyin üçün
bir şey verirsən. Miqdar, nisab ora təyin olunmamışdı. Görürsünüz ki, o zaman belə bir şey olmuşdu. Əlbəttə, yenə ərz edirəm, bu qonu, bu ki, biz indi əlan burada soruşuruq, ChatGPT gedir kitablardan ki, çap olublar, onlardan bizə cavab axtarır. O kitabların özəlliklə İran adında, Hindistanda çap olan kitabların və ya Hindistandan çap olub yayılan kitabların %99.99'u yalanı, içi doludur yalanla, hədislərlə, filanlarla. Bunlar önəm daşımır. Bunu fəqət düşüncəmizdə bir şey olsun deyə gətirirəm şahid ki, fəqət görək. Quran Məkki ayələrdə və autuz zekat əmri var. Amma təfsili qanun yoxudur. Fikri və mali zekat. Mədinə dövrəsində xasə hicrətdən sonra 3 il sonra illərində bu zamanda nəsab olanlar 2 yarım 10. Diqqət buyurun, zamanın içində nə cür dəyişilibdir? Zaman içində mən dedim, yəni ağıla batan budur ki, Həzrət Məhəmməd Mədiniyə köçəndən sonra insanlar bunun ətrafında bağlanıb və bir sistem yaradandan sonra, toplumsal sistem yaradandan sonra bu toplumsal sistemin idarəsi üçün bir də işlər görməlidir. Əvvəldə zahirən 2 yarım, hər bir şey ki 100 desək, ondan 2,5% alırmış. Bir müddətdən sonra yarım faiz, 5% olubdu, sonra 10%-a qalxıbdı. İndi bəzi türk məmləkətlərdə təəssüflə 45-50%-dan gedə bilər. Və zəkat verməli mallar nələrdir? Orada da 8 mal var ki, onlardan maliyyət alınır. Görürsünüz, vergidir. İndi vergi Kanadada hər şeyə vergi var. Hər o şey ki, pulundan alınır, satılır, onlara vergi var. İlla yemək və yemək deyək. İçmək də məsələn süd. Bunda vergi yoxdur. Amma bəzi yeməklər ki, fabrikalarda işlənmiş olar, onlarda vergi var. Məsələ deyək ki, konservlər, kompotlar, bu cür bir şeylərdə vergi var. Müşəxəs olunduğu zəkatın əsl Məkki, qanun şikli, mali təşriisi mədənidir. Birinci mənə belə gələr, yəni. Birinci mərhələsində Həzrət Məhəmməd zəkatdan əgər danışmışsa, hər kəsin əlindən gəlirsə, o Əbu Talib dərəsində yaşayan insanlara yardım olsun. Vacib deyil. Burada ürəyindən gəlirsə ver. Çünki İslam o birinci mərhələdə çox insancıldır. Zor içində hissat yoxdur. İkinci mərhələdəki güc sahibidir. Bu gücü nəzmə salmalıdır. Orada gətirir xumsun təşriyi Mədinə dövrəsində müşəxəs olaraq Bədr cəngindən sonra, düz dəqiqə mən də belə düşünürdüm, 2-ci ildən sonra ayi xumsu va'ləmu ennəmə qənimtum min şeyin, əgər bir şey qənimət aldınız, fə innəlləhə xumsuhu və lilləsuri və lilləzi qurba. Allah üçün ondan %5'in verəcəksiniz və lirrəsuli, Allahın rəsuli üçün və lilləzi qurba. Burada istir nə desin? Deyir ki, hakimiyyətin, Allah hakimiyyətdir, görsə onlara işlədəcəkdir. Burada qənimətdən danışırdı, qənimətdən alırdı. Çünki ərz elədim, yəni o zamandır. Burada fiqh-i şiədən, fiqh-i sünnədən danışıb ki, deyir ki, xums və dəramətha təmin dadişdir. Şiələr mollalar, baxın, burada bir gözəl söz yazıbdır. Yazıb ki, şiə fiqhində mollalar xumsu gəlirə də bağladılar. Amma fiqh-i sünnidə ümdətən, yəni mollaların bir çoxu deyiblər ki, yox, fəqət savaşda ələ gələn mallara bağlana bilər. Yəni, hala belə bir düşüncə var ki, xums zəkatdan danışmır əlbəttə burada. Xums şeydə gələr, qənimətdə gələr. Amma zəkat nədir? O zəkatı burada
yazmayıbdı. Cəlibdir. Zəkat Məkkədə əxlaqi, imani. Elə o cür olacaqdı dediyim kimi. Xums maldan gəlir. Ələ gələn maldan ki, məsələn şey olur. Hər halda maliyyə vericidir. Hər ikisi vericidir, amma biri ürəkdən ya tamahdan. Məsələn Kanadada, Amerikada latari deyə bir sistem var. Türkiyədə də var bu. Əlbəttə çox məmləkətdə də vardı. Bu latarilərdə buna deyirlər ki, volunteer tax. Yəni könüllü olaraq vergi vermək. Buradan milyardılar dolar hər həftə Kanada dövləti ya Amerika dövləti trilyonlar dolar oradan pul toplur. Bu toplumdan bir neçə milyon qaytarır topluma, qalanını saxlayır. O vergidir. Tamam. Buradan da yenə də o haqqında mən düşüncəmi ortaya qoydum. Əlbəttə bu düşüncələrin üstündə danışmaq daha çox olar. Və nəqs minəl əmval ki, ol ibarətdir ya tarazi hadisatidən. Vəl ənfus ki, ol ibarətdir ya vasitəyi kühulətlə tənqisi quvayı nəfsaniyədən ya vəsiliyə əmrazi tətil cəvarihi cismaniyədən. Cəvarih əzalar, qol, qıç, göz, baş, hər şey, ayaqlar, bacaqlar falanlar, bunlar bizim cəvarihimizdir. Əmraz da xəstəliklər, kühulət, qocalıq, yaşlı, çox yaşlı olmaq, tənqisi quvayı nəfsaniyə, qocalıqda insanlar yaxçı yeriyə bilmirlər, qaça bilmirlər, hoppulub düşə bilmirlər, savaşa gedə bilmirlər, çox işləri görə bilmirlər, hətta bəzən özlərin belə canlarını kontrol eləyə bilmirlər, təmiz qala bilmirlər. Bu qocalığın şeyidir. Vəl burada bir şey və səmaddır ehtimalən Quranın ayəsinin davamıdır, amma oxunmur. Ki əvvəl ki ol ibarətdir ya qilləti fəvakihdən, fəvakih yeməlilər, meyvələr. Ya qilləti fəvakihdən ki nəticəyi bağ bostandır və ya fovt ovladdən ki səməri şəcərin o insandır. Ya da fovt ölmək, ölüb getmək. Ovladı insanın ovladı Allah uzaq eləsin ölümündən ki o da insanın ömrünün şəcərəsinin meyvəsidir. Biz bilirsiniz bir ağacın meyvələri yox da hey gedirik. Növbə ilə o düşür, o birisi yetişir. Bir ağacdır, insanlıq ağacı meyvə gətirir. Məni gətiribdir, davam eləyəcəklər və onlar da bir gün düşəcəklər əlbəttə ki. Və məratib imtihan bəyan olduqdan sonra buyuruş əmr, fərman ki və bəşşir sabirin, yəni bəşarət ver sabirlərə. Sabirlər dözümcülər, dözənlər. Əlləzinə hangi sabirlər? Onlar kim? İza əsabəthum musibə, yəni əgər vaqe olsa onlara bir musibət, qalu inna lillah və inna ileyhi raciun, yəni məbdə-i vücudumuz Xaliq əkbərdir və aqibətül əmr ana rücuumuz müqərrərdir. Çox gözəl cümlələr. Hər ayinə bu ayət-i kərimi fəhvasından və bu ibarət-i şərifə imasından, ima işarə, imasından müstəfad olunan, müstəfad yəni fayda, o ələ gələn fayda, müstəfad, anlayış, müstəfad olunan oldur ki, amme-i ibadihi umumi bəla bila şamildir. Amme-i ibadihi ibadə gərək oxuyaq bunu əslində. Hi ərəbcə, burada cümlə türkcə olduğu üçün biz də gərək bunu türkcə oxuyaq. Amme-i ibadə umumi bəla şamildir. Hamıya bəla gələr. Və cəmi səlah və fəsad imtihan üçün və linəbluvənnəkum həsrinə daxildir. Həsr divar. Bir mesela zindanın hesarı var. Hesar da qızıl hesar. Yəni dövrəsində bunun bir qızıl, yəni kırmızı
qırmızı bir rəng ilə divar, hisar varmış, qələ var imiş. Əslində qələ desək yaxşı olur. Qələnin dövrəsində olan şey ki, onu qələ eləyir, o hisardır. Həsrinə daxildir, onun içindədir. Burada əmma ol cümlədən məvaqi məsayibdə, müsayibdə və aməni təmkin tutub, amən əmn olmaq, aram olmaq, yavaşlamaq, təmkin eləmək, aməni təmkin tutub müztərib olmayanlar və məsadiri nəvaibdə xatiri təskin və verib izhar cəzə qılmayanlar, cəzə çox ağlamaq, şey eləmək, istedad və təşrif bişarət bülmüşlər və müstəhəqqi tevfiq təqərrüb olmuşlar. Nəzm. Burada indi bunu yenə orada ayələrin hamısını qızılı rəngi ilə yazmışdı, yəni altın rəngi ilə yazmışdı. Burada da nəzmi altın rəngi ilə yazıbdı. Bunları ayırsın üstdəki və aşağıdakı sözlərdən. Biraz o şey ki altına altın ciziruq, altına bir xət çəkiruq ya barmaq basırıq, o deməkdir əslində rəng. Talibi vərti məsayibdə şərəfi səbr sərfəraz eylər. Səbridir ol məhəkki mihnətdə küfr imani imtiyaz eylər. Bu da şairin özündən bir şeir ola bilər. Nəsr. Bu ibarət kütüb-i səmavidən mənquludur. Bu şeiri istədi desin. Mən əhəbbə o uhibbə səbbə aleyhil bəla. Hər kəs sevə ya sevilə, ona səbbə isabət elər, gələr ona bəla. Sevənə və sevilənə bəla gəlir. Deyir ki, bu söz mənquldur, nəql olubdur kitablardan, göydən gələn kitablardan. Yəni, hər bəndi-i müqbil ki, mühib o mafə, belə bir şey mən oxuya bilmədim. Ehtimalən bu gedibdir orası. Hər bəndi-i müqbil ki, mühibbi o mafə, bilmirəm nə deməkdir, oxuya bilmədim. Ləyaqət buldi ya məhbul, olmağa, həman, olmağa oxuyacaq. O düzdür, bu arası qırılıbdır, amma indi oxuduq. Yəni, hər bəndi-i müqbil ki, mühib olmağa ləyaqət buldi, ya məhbub olmağa qabil oldu. Bu bir sətri görməsəydim, onu oxuya bilməyəcəkdim. Çünki bunu gördüm, bildim ki, o bu cürdür. Lacərəm kəndüsün hədəfi səhami bəla. Səham səhmilər, mövcular. Səhami bəla və mənzili nuzuli inaqdır. İna qıldı. İna ana eyninə yazılır. Ana qıldı. Həmişə səbzi-i sədaqət gülzar tinətində ya baran bəladən nəşv nüma bulur. Və çiraği məhəbbət xəlvəti xilqətdə atəşi məhəbbətdən roşən olur ki, əl-bəla'u lil-vəlai kəlləhəbi lizzəhəbi. Əl-bəla'u lil-vəlai, bəla işıqlanmaq üçün, kəlləhəbi lizzəhəbi, altını odla altın eləmək kimidir. Kəlləhəbi, ləhəb od, yalav, alav. Əl-bəla'u lil-vəlai, sevgi üçün. Əl-bəla, vəla əslində sevgidir da. Əl-bəla'u lil-vəlai, kəlləhəbi lizzəhəb. Misli o oddur ki, altını, qızıl edir. Yəni, çox gözəl bir sual deyiblər. Çünki bilirsiniz, qızıl əslində dağda, daşda, torpaqla, daşla qatışıqdır. Bunu əritməsən, o torpağı əritməsən, odla, o altın, gümüş, ya hər bir kan ayrılmaz, çıxmaz eşiyə. Mehnət əfzai məhəbbətdür bəla, kim bəla atəşi məhəbbətdir təla. Təla gətirdi, bu günləri farscada işlənir, təla deyə, yəni altın. Kim bəla atəşi məhəbbətdir təla.
Nəsr. Və bu məfhumə mütabiqdir və bu məzmunə muvafiq ol ki, Həzrət Risalət buyurmuş ki, İnnəllâhe izâ əhəbbə qovmən ibtəlahum. O zaman ki, Allah bir milləti sevə, onları mübtəla elər, bəlaya bulaşdırar. Nə demək? Biz türklər 250 ildir bəlaya bulaşmışıq. Əcəba bizi sevirmi? Ərəblər, bədbəxtlər, onlar da bizdən çətin durumdadılar. Mənə belə gəlir ki, doğrudur. Bu doğru ola bilər. Allahın Peyğəmbəri buyurduğu söz doğru ola bilər. Niyə ki, biz indi yavaş-yavaş aydınlarımız Türk dünyasının və İslam dünyasının ayrılanları, ziyalıları yavaş-yavaş düşünürlər, niyə biz bu duruma gəlmişik? Neynəmişik? Harda fahiş, aydın, aşkar bir səhvlər eləmişik ki, toprağımızı, dilimizi, ağlımızı, tariximizi, düşüncəmizi, anlayışımızı, görüşümüzü düşməndən alırıq, düşmənə təslim eləmişik. Bunu indi düşünməyə başlamışıq. Mən özüm bunu düşünməyə başlamışam. İnnəllâhe izâ əhəbbə qovmən ibtəlâhum. Yəni, hər taifə ki, məhəbbəti məbudə ixtisas bilə, müqərrərdir ki, mehnətə əsir və bəla giriftar və bəlaya giriftar ola. Amma məratibi vila muhavi dərəcat bəladır. Bəlanın da dərəcətlərinin fərqi vardır. Muhavi demək, yəni, bunu mən yazım görüm, muhavi nə deməkdir? Muhavi nə deməkdir? Muhavi ərəbi sözdür ki, Farsi və Türkü Osmanlıda işlənir. Bir şeyə qarşı durmaq, qarşısında, onunla bərabər olmaq. Tarazının iki gözü bir-birindən bir-birinin qarşısında qətarın dəmir yolu, iki dəmir yolu bir-birindən muhavidirlər. Muvazi ya müqabil. Tamam, getdik, bu qədər görər biz. Və vela muhavi dərəcat bəladır. Vela, eşq, bəla ilə, bəlanın dərəcələri ilə aynı gedər. Yəni, nə qədər eşq yuxarı olsa, bəla da yuxarı olar. Nə qədər eşq əşıq olsa, bəla da əşıq olur. Əcibdir. Və məaric dərəcələr. Mi'rac sözü də üstü getmək. Və məaric bəla müvafiq təbəqat vəla. Və bu nüqtəyə müşir və bu məniyə muxbirdir. Ol ki, Həzrət Risalətdən sual olduğunda ki, Əyyuhən nas əşəddül bəla, Əyyun nas əşəddül bəla. Sordular ki, Həzrətdən, hangi insanlar daha çox bəlaya mübtəla olacaqlar, çox ağır bəlaya. Əşəddir burada ağır, çox. Yəni, nə güruh olə o növ-i insanidən ki, şiddət-i bəlaya məruf və kisrət-i inailə mevsuf buyurdular ki, Əl-Ənbiya, ən başında ənbiyadır, yəni sərapərdi nübüvvəti məhrəmləri və təşrif risalət möhtərəmləri, zira məratibi mihnətləri, dərəcati mühəbbətlərinə məqrunudur. Və rəfəti mənzilətləri, şiddəti müsibətlərində məsun və sual olunduqda ki, və mən bə'duhum, o nübüvvət nəbilərdən sonra kim olacaqdı, ənbiyadan sonra kim olacaqdı, buyurdular ki, sümməl əmsəl, yəni, burada biz quruhay mərcə deyirik indi toplumda. İndi türkcəsini bilmədiyim üçün bilmirəm bunu nə demək olar. Məsələn, hocalar, universitet hocaları, ya din hocaları, mollalar, ayetullahlar, siyasi parti liderləri, ya toplumda mesela seçilmiş insanlar, bir ailede
böyük ailə danışırıq. O böyük ailədə, geniş ailədə bir şəxsi o toplumda, o ailənin içində çox önəmlidir. Olar. Sümməl əmsəl, yəni musabirətdə və cadi mutabiətdə onlara iqtida edənlər. Əmsəl olar ki, dedik, mən misal vurdum, bu da olar. Həzrəti Rəsulullah iqtida eləyənləri burada şöyle, amma daha genişdir. Və bu nöqteyi Avliyaullaha işarətdir. Bunlar da Avliyaullah hesab olurlar. Aynədar həqaiq ənbiya olub, ayna güzgü. Aynədar həqaiq ənbiya olub, aləm surətdə əhkami. Bir surət var, bir də məna ya heykəl vardır. İslamda bu bəhs olur. Surət dediniz, yəni bu görüntülər, hər şey ki biz görürük, bu həyakildirlər, surətdirlər. Surət-i əhkam-ı nübüvvət icra edib, mərasim-i şəriət ihya edələr. Əlbəttə, burada surət-i itirdim. Surət-i əhkam-ı nəbüvvət icra edib. Bu günləri İslam surət-i əhkam-ı nübüvvət deyil. Bu günləri o şey ki biz İslam deyirik, surət-i əhkam-ı mollalardır ki tarixdə, tarixin hərəkatı üzərinə çətinliklərə görə, düşmənə görə, dosta görə, öz mənfəətlərinə, xüsusi mənfəətlərinə görə, bəzən də millətin mənfəətlərinə görə, düşməndən az zərər almağa görə ya düşmənə zərər verməyə görə fətvalar veriblər. Bu fətvaların heç birisi İslam deyil. Heç birisi İslam deyil. Və Həzrəti Muhammedə İslam dininə və Qur'ana ilgisi yoxdur. Mollalar yaratdıqları şeydir. Gene buyurdular ki, nübüvvət icra edib, mərasim-i şəriət ihya edələr. Və rəsul olun və sual olunduqda yenə sual elədilər və min ba'dhum onlardan sonra kimlərdir daha çox bəlaya mübtəla olar? Buyurdular ki, sümməl əmsəl, yəni şimme-i təqva və şive-i səlahidə onlara şəbih olanlar, onlara bənzəyənlər və awliyaya mütabiət qılanlar və bu məzmun ətqiyayı anam və süləhai firqi İslamidən ibarətdir ki, səvalih ə'malə sair xalqidən imtiyaz bulmuşlar və məhasin əf'alilə əqran və əmsalə faiq olmuşlar. Şeir, nə müxlis ki der cah-i mə'budə əqrəb, همومی اشتو بلیات عصب همومی اشد بلیات عصب عجب bir qədər qurb kim olsa vaqe Əcəb bir qədər qurb kim olsa vaqe olur afəti ruzgari müqərrib. Nəsr fil vaqe aləm-i fanidə, fani dünya, yəni o dünya geçici dünya. Biz burada 50 il, 60 il, 100 il, 120 il, 200 il, 500 il, 1000 il ömr eləyəcək ən çoxu. Bəli, bu dünya milyardılar il qaçaqda var, geçəcəkdə var idi, milyardılar ildə sonra ola bilər. İnsanlar aradan aparmasılar. Fil vaqe aləm-i fanidə mümin mütəəllim və münkir mütənəim. Mümin əziyyətdə olacaqdır, münkir də nemətdə olacaqdır. Gedək münkir olaq ki, nemətdə olaq. Çünki Allahın neməti əgər varsa o dünyada da olacaqdır. Əgər yoxsa o dünyada da olmayacaqdır. Olmaq məhz məsləhətdir. Əlbəttə onu şuxluq elədim, amma içində də bir şey var. Yəni bu hədis mən qəbul eləmədim, yəni. Bu sözü. Niyə mümin gərək mütəəllim ola və kafir mütənəim ola? Burada bir şey deməlidir. Özümüzün fəqrimizi, çətinliyimizi və düşmənin rifahda olmağın dinimizə yapışdırmayaq. Bu bizim ağlımıza bağlıdır, işimizə bağlıdır. Nə qədər ağlımıza və işimizə dünyanı, nemətlərini şey eləməyə çalışır. Bunu Allaha bağlamamaq lazımdır. Yəni Allah onları demir ki, siz kafir olun, siz də mömin olun. Yox, toplumda beləsi gəlişibdir. O toplumda biz ona deyirik kafir, onlar da bizə deyirlər kafir.
Biz onlara İslam dilində, ərəbcədə kafir deyirik. Onlar da bizə bir ayrı dillə, öz dillərində bir şey deyirlər yəni. Bu qəzavətdir. Kafir və mömin toplumun içində toplum özün sevdiyi üçün özün ölçünün metr hesab edir özün. Özü ölçü edir. Özün kilo hesab edir. Deyir ki, mən 1000 girəməm, yəni 1 kiloam. Əgər 999 bilsə birin, ona deyir kafir. Əgər biri hətta buna görə 1000, 2000 olsa, onu deyir ki, bu 900-dür, 800-dür, 500-dür, 300-dür. Çünki onun üstünlüğünü qəbul eləmək üçün ona bir şey vurur. Köfr deyə onu aşağı gətirməyə çalışır. Və onun tənəümlüğün, onun nemətin olduğunu istəmir deyə o ağlın işə salıbdır, o gücün işə salıbdır. İstir deyə ki, mən üçün Allaha iman var, Allah istəyir mən bədbəxt olum. Belə bir şey yoxdur. Allah onu da yaradıb, səni də ötürüb ikinizi də başınıza gedin şey eləyin. Biri ağlını işlədir, biri işlətmir. O məncə bu düz deyil. Olmaq məhz məsləhət. Fil vaqi aləm fanidə mümin mütəəllim və münkir mütənəim olmaq məhz məsləhət və eyni hikmətdir. Əsla da belə deyil. Ta mülk fütadə idrak fوت nemət ta mülk fənadə üstürəm. Mülk fənadə idrak fوت nemət. Neməti əldən vermək. Bu calibdir. Sağlığı, sərvəti əldən verməyi idrak eləmək üçün. Fənadə idrak fوت nemət münkiri mucibi təzaid ələm. Aha, gəldi düzəltdi. Ta ki mülk fənadə idrak fوت nemət, neməti əldən vermağın münkiri mucibi təzaid ələm, onu inkar eləmək mucibi təzaid ələm olar. Bir dana hökuməti əldən vermişik. Biz Azərbaycanlar, Güney Azərbaycan və Türklər İran deyilən yerdə ya Əraqda, ya Suriyədə, ya Əfqanistanda, ya Pakistanda, ya Hindistanda, ya Çində, ya Rusiyədə əldən vermişik. Ən böyük nemət də odur. İndi bəlaya mübtəla olmuşuq və bəla yəni mənə münkiri, mucibi təzayüd ələm. Bu neməti əldən vermək, anlamamaq, o nemətin qədrini bilməmək və onu əldən vermək bəlanın çoxalmasını günü-gündən göstərər. Biz günü-gündən keçən 100 ildə bəla bizim üzümüzə çoxalır. Bizim Güney Azərbaycanda, İranda olan türklərin bəlası ya Əfqanistanda, ya Pakistanda, ya Hindistanda, ya Suriyə və Əraqda olan və Rusiyədə olan türklərin başına gələn bəla hər gün keçənki günə nisbət çoxalır. Vaqe olə və ehsasi ədəm ələm, ələmin o dərdin, o əzabın, o çətinliğin, o gücün, güclülüğün, güc burada zor, pis, o gücün olmaması müminə baisi təzaüf-i niəmdir. O güc olmasa nemət çoxalmaz. Müminə baisi təzaüf-i niəmdir. O çətinliklərin olmaması səbəb olur ki, nemətlər çoxalsın. Olub sərvərin ziyadə qıla. Sururin. Olub sururin. Onun sevincin, yaşamın rahat çoxaldar. Şeir. Bilməsə kafir nədir nemət, nə bilsin ruzə həşri. Bilməsə kafir nədir nemət. Kafir küfr anlamında deyil. Kafir, indi küfr sözünü yazaq görək bizə. Küfr sözünün kökü nə deməkdir? Küfr sözünün kökü hardan gəlir? 1000 il dövlət idik. Bundan böyük nemət yox idi. Bugün Amerikanın olan gücü ki, oturubdur burada Washingtonda deyir ki, Ərağı belə eləyəcəm, Suriyəni belə eləyəcəm, Malezini belə, Malezi dedim, bağışlayın, haraydı bu, Maduro,
belə eləyəcəm, eləyir. Niyə? Və dünya da onun qabağında laləm-lal karamçal qalıbdı və hətta əl çalır dünya. Niyə? Çünki gücü var. Biz də bir zaman bu gücə malik idik. Bizim də şahımız İstanbuldan götürürdü, bir xətnamə yazırdı, ya xətt yazmırdı, bir səsə bir nəfərə deyirdi, get belə de. Gedirdi filan imperatora, filan şaha, filan məmləkətin rəisinə belə deyirdi, o məmləkət 200 dizi üstə çökürdü. Bu bizim ən böyük nemət idi ki, biz onu küfran elədik, kafir olduq və bu kafirlik səbəb oldu ki, biz əldən verək. Hər şeyi əldən verdik. Küfr sözünün kökü kəfərə sözündəndir. Örtmək, üstünü bağlamaq, gizlətmək. Bu anlamdadır. Kafir sözü toxumu topraklara örtən kişi deməkdir. Kafir sözü toxumu toprakda örtür. Buğdanı, arpanı, hər nəyi ki, almanın toxumun, ərikin toxumun, karpuzun toxumun torpaqda örtür, əkir. Buna kafir deyirlər, üstünü örtür. Əgər biz hökumətimizi, dilimizi, nemətimizi, millətimizi inkar edirik, kafirik. Şeir. Bilməsə kafir nədir nemət, nə bilsin ruzə həşr. Əgər kafir neməti bilməsə, nə bilər ki, biz bilmədik. Nə bilər ruzə həşr. Həşr demək, yerdən göyərmək. Həşr-ü nəşr. Nəşr də dağılmaqdır. Həşr-ü nəşr, çünki yerdən göyərir, sonra toxumları yel vurur, aparır güllərin, ağaçların. O olur. Biz də insanlar yerdən göyərmişik və dağılırıq bu yer kürəsində və yer kürəsindən də çıxacağıq. Bilməsə kafir nədir nemət, nə bilsin ruzə həşr. Kim nə lütfi məzhərdir mümin pak etiqad. Qılmasa mümin ələm idrakün olmaz mütəlli yazıbdır. Əlbəttə ehtimalı müttəli olsun. Kim nə təzib ilə dür duzəxdə ərbab fəsad. Hər ayinə mizan bəla, şeir burada qurtarır. Fikir edirəm. Şeiri əlbəttə bilmədim, harda oxudum, harda qutardım. Mən fikrim elə bu 4 dənə idi. Bilməsə kafər nədir nemət, nə bilsin ruzə həşr. Kim nə lütfün məzhəridir mümin pak etiqad. Qılmasa mümin ələm idrakın olmaz müttəli. Kim nə təzib ilədir duzəxdə ərbabi fəsad. Hər ayinə mizan bəla, müməyyizi məratib vala olmağın məlum oldu və sübut buldu ki, növ insanidən bargah məbudə əqrəb firqi ənbiya və zümri əsfiyadır. Zira şərait təzim adab ibadət və mərasim icrای şریعت və irşad ümmət anlərə bir əmrdir, cəmi bəliyyat şamil və bir hökmüdür. Cümle-i nevvame lezzate hail. Hail bir şeyin, iki şeyin arasında olan bir şey olsa ona hail diyerler. Mesela pencere, divar. Bu haildi, bizi o birisi şeylerden saklar. Ve bu dahi maududur, yani vədə verilmiştir. Maududur. Bir de burada maududur. Ehtimalə həman olacaqdır. Yəni çağırılmışlar, hamısını buna çağırmışlar. Dəvət sözündən olacaq, dəvə. O sözdən olacaq, maududur. Türkçələşdiribdir. Və islahi cəmi təvaifi müxtəlifə və üməmi mütənəvviə ana mərcuudur. Rucu eləyən, qaydan. Çünki İslam deyir ki, son dindir, tamam dinlər buna çevrilməlidir. Bu da müsəlmanda hər halda belə bir lacərəm məcmu ənbiyadan rütbəsi əfzəl və bəliyyatı ətəm və əkməldir.
Həzrət Məhəmmədin bəlaları o birisilərdən çoxdur. Vaqəən də beləsi görünür ki, neçə il aclıqla pullu bir insan, yəni diqqət buyurun, əvvəldə bir xanımı var, Xədicə, Allah rəhmət eləsin, Allah Taala. Xədicə anamız çox sərvətli bir insan. Və Həzrət Məhəmmədlə evlənib, Həzrət Məhəmməd sərvətli bir insan, çox pullu, paralı bir insandır. Bunun içində rahat yaşır. Hər yerə istir müsafirət filan eləsin, getsin, dünyanı dolansın, gücü var. Amma sonra elə bir gün gəlir ki, bunları təbid edirlər Şeybə Əbi Talibə və orada ac qalırlar. 3 il. Paltarları olmur, paltarları üstündən cırılır, bədənlərinin o namus dediyimiz yerləri görünür. Bunları ayrı bir şeylərlə örtməyə çalışırlar. Yəni o imkanlardan gəlir bu çətinliyə. Şəhərindən ki hamı tanırdı, məcbur olur qaçsın. Dalısızan gəlirlər, tutarlar, gizlənir. Allah nəcat verir. Gedir ora, orada gəlirlər öldürməyə, savaşa gedir, savaşır, yaralanır, vururlar, dişi sınır, ağzı. Yəni fərz edin ki, bir dənə peyğəmbər ki, qılıncla vurublar, məsələn, bunun ağzı yaralanıbdır, üzü yaralanıb, başı yaralanıbdır. Yəni hətta deyirlər öldü da, Həzrət Məhəmməd deyirlər öldü. Oğlanları olur, 3 oğlu ya 4 oğlu olur, 4'ü də ölür. Yəni çox ağır bəlalar çəkibdi. Və ömrünün 10 ilin savaşa məcbur qalıbdı. Daimən savaşda olurdu. Sevdikləri adamların hamısı, yanında olan adamların hamısı ölüblər. Özü çox çətin, yəni hamısı savaşda tikə-tikə doğranıblar, ölüblər. Məsələn, əmisi Həmzə məsələn doğranıbdı. Zira cəmi ənbiyanın ümməti ana məd'uvudur və islahi cəmi təvaif müxtəlifə və ümməm mütənəvvəə ana mərcuudur. Lacərəm məcmu ənbiyadan rütbəsi əfzəl və bəliyyatı ətəm və əkməldir və ol Həzrət bu mənaya mutabiq və bu məzmunə muvafiq buyurmuş ki, ma uziyə nəbiyyin mislə uzeytu. Heç bir nəbi yəni xəbər gətirən, xəbərçi. Heç bir xəbərçi o qədər ki mən əziyyət çəkdim, əziyyət çəkməmiş buyurmuş. Və dəlil sadiq bu davaya oldur ki, təvarixi sələfdə məstur və əlsini xavas və əvamidə məşhur olan ənbiya bəlalərinin heç biri muadil olmaz və imkan münasib bulmaz. Hazreti Resul Allah'ın sınadıqlarından çəkildiyi cəfalərə Allah'ın sınadıqlarının Allah'ın sınadıq rişdən çəkdiyi cəfalərə və süfəhai ümmətdən. Mütəəssifanə bu bizim də toplumda çoxdur. Süfəha səfihlər, əhməqlər ki, indi hələ İran pan-İranistlər, pan-farsdırlar. Bunlar savadlı da olsalar, bunlar süfəhai ümmətdirlər. Biz bunları gərək daha çox sevək, çünki bunlar səfihdirlər, səfihdirlər. Və süfəhai ümmətdən gördüyü bəlarələ o cümlədəndir vaqii dəşt Kərbəla. Əlbəttə bunu Həzrət Rəsul görməyibdir. Və hadisə-i qətl Hüseyn ibn Əli Mürtəza ki, qudve-i xanedan risalət və zübde-i dudman nübüvvətdir bi təkəllüf ana mütəvəccüh olan müsibət Həzrət Rəsulə nisbət kəmal əhanət və nəhayət hiqarətdir. Həzrət İmam Yafi'i, bilmirəm bu kimdir,
Hazreti İmam Yafi'i Kitab-ı Mir'atul Cenani'de Hasan Basri nakliyle İbn Bezzaz'den nakl etmiş ki Vaqi Kərbalada Əhl-i Beytidən olan 6 nəfər sahibi səadət şərbət-i şəhadət etmişlər ki, zamanlarda hər biri bir muadil, hər biri bi muadil, muadilsiz, bi muadil və əsrində hər biri bi mumasil idi və məsabihi qulubidə, məsabih çıraqlar və məsabihi qulubidə məzkurdur ki, kitab adıdır bu. Məsabihul qulub bir kitab adıdır. Məsabihul qulubidə məzkurdur ki, Kəb-ül Əxbar bir gün əxbar-ı sələfi nəql edərkən dedi: ey qovm məsayib cəmi əzminə və raqif oldum. Vaqif əlbəttə burada A-ymış. Mən bunu R oxudum, qələt oxudum. Məsayib cəmi əzminə vaqif oldum və zənvab zunub, yəni zənavib olacaqdır. Əlbəttə bilmirəm niyə biləsi yoxdur. Zənvaibi, yəni günahlar. Məcmui təvaifə ittila buldum. Vaqi Kərbəladan əsəb. Əsəb çətin, çətinraq. Hadisəyə müttəli olmadım və ondan əzim müsibə mütaliə qılmadım. Haqqqa ki, Həzrət Hüseyin məzlum şəhid oldu. Həzrət Hüseyin məzlum şəhid olduqda 7 əflac qan ağladı. Dedilər: ya Əbəl İshaq, hərgiz əflac qan ağlar mı? Dedi: veylikum, vay sizə. Veylikum ennel qətlə Hüseynə əmrun əzim. Yəni ey bidərdilər, qətl Hüseyin əmr əzimidir. Zira ol Həzrət məqbul Rəbbül aləmin və ciyərguşəyi Seyyidül Mursalin və fərzənd Seyyid Awliya və Nurdidə Fatımi Zəhra və yadigar Həsən-i Müctəba və cüzidə Al Əbadır. Burada bir qısm yazıb, acaba qəsəmdir ya qısmıdır? Ol vacibül vücud, qəsəm. Qəsəm ol vacibül vücud, qırmızı, bunu ayrı rəng ilə yazıbdır, ayrıbdır. Yəni çox buna təkid. Qəsəm and olsun, and içir. Qəsəm ol vacibül vücud, haqq üçün ki, Kəbənin ruhi anın qəbzəsin. O adam ki üstə dedi, ha, adı dedi Kəb, o Kəbi deyir. Kəbin, mən Kəbənin dedim, qələt oxumuşam. Qəsəm ol vacibül vücud, Allahın adını gətirmir, çünki İslamda Allahın adına and içmək ən böyük adımdır, andıdır, bu çox çətindir. Yalancılar bunu çox işlədirlər. Əvvələn hər kəs ki yalan deyir, o çox and içər. Yəni hər vaxt gördünüz bir nəfər and içir. Özüm ölüm, sən öləsən, sənin canın üçün, öz canım üçün, Allah üçün, and olsun Allaha, and olsun Həsənə, and olsun Peyğəmbərə, and olsun hər kəsə deyir, and olsun Əbəlfəzə, bilin ki, yalan dedi. O and içən adam bilin yalan dedi. Onun üçün bu Allahın adını gətirmir. Deyir ki, Allahın amrına işarə edir. Qeyri-müstəqim işarə edir ki, Allahın amma adını gətirmirəm, çünki çox ağırdır. Qəsəm ol vacibül vücud və haqq üçün ki, Kəbin ruhi anın qəbzi qüdrətindədir ki, nəqli səhih ilə təhqiq etmişəm ki, Hüseyin məzlumun ləqəbin mələiki asman Əba Abdullah məqbul və mələiki ərz Əba Abdullah məzbuh və mələiki dərya Hüseyin şəhid deyib, ol şəhid olduğu gündən qiyamətədək mələiki səmavidən bir güruh rozi mübarəkində mücavir olub əzasinə məşğuldürlər. Nə cür bunu bilibdi? Kitablardan oxuyub da, yalanları hər yerdə dedim, kitablar doludur yalanla. Çünki geçməyək ola. Və hər şəb cümə
70.000 mələk ziyarətinə gəlib, sübhədək əzasinə iştiğal edib, sübh olduqda hədiyyi səvab ilə səvami ibadətlərinə müraciət qılırlar. Səvami soməə cəmi, burada bu soməə dedikləri yer Məsihilərin qaldıqları yerdir ki, normalda burada da bir də insanlar, evlənməyən qadınlar, erkəklər orada yaşırlar, bir-birləri ilə də ilgiyə girmirlər, ya da o birisi dinlərdə. Onlara da soməə deyə bilərik. Türkçədə tapanaq dediyimiz qonunu istir belə desin. Şeir. Hökmüdür ki cəmi-i xalq-ı cahan, mülk-i insu cinnu həşru tuyur. Üzrəm. Hökmüdür ki cəmi-i xalq-ı cahan, məliku insu cinnu vuhuşu tuyur. Aqlu nefsu anasur aflaş, ülvi süfli unas zukur. Dutalar matem Hüseyin şehid, edeler ahnalə ta dəm sur. Bu musibətdən olmayan agah, ola Əhməd şəfaətindən dur. Ruz həşr olmayan nəsibi anun, nəzər-i lütf kirdigar qəfur. Nəsr. Gene də ayrı bir rənginə yazıbdır. Bu dəxi cümlə-i əxbar-ı səhihədəndir ki, mən bəka aləl Hüseyin o yətaki o yətaka vəcibət ləhul cənnə. Qələt. Bu hədis gəlibdir, şiəliği məhv eləyibdir. Nə günah elirsən elə, Hüseynə ağlasan, ya gələcək, ya ağlamısan, ya ağlasan, günahın əfv olar, vacibi cənnətsən. Belə bir şey yoxdur. Allahın Allahlığı ilə və insanın muxtar olması ilə müxalifdir. Sən hər nə işdəsin, çıxırsan, çıx getdəndən Hüseynə ağlayacaqan, bağışlayaq. Belə bir şey yoxdur. Ola bilməz. Çünki Hüseynin yolun getməsən, Hüseynçi ola bilməsən. Hüseynin yolun getsən, Hüseyni olacaqsan. Hüseynin yolu nədir? Ədalət, haqq, insanlıq, azadlıq. Çünki Hüseynin ən böyük hədisi ki, Həzrəti Hüseyndən vardı, deyir ki, əgər müsəlman deyilsiz, lağər azad, hür insan olun. Əcəba o hədisi burada yazacaqdır ya yox? Deyir ki, nə mənə? Hədis yadıma gəlmir. Təəssüflə ərəbcəsi yadıma gəlir ki, yəni hər kim Hüseyn üçün ağlaya, ya bir kimsəneyi ağlədə, vacib ola ki, vacib ola ana duxuli cənnət. Şeyx Carullah Əllamədən nəql edir. Carullah bir böyük alimdir ki, Məkkənin yanında yaşayıbdır. Allah bizə də qismət eləsin. Ondan nəql edir. Mən təşəbbəhə qovmin bi qovmin fəhuvə minhum. Müqtəzasınca hər kəs mən təşəbbəhə qovmin, hər kəs bir qovmi, bir ayrı qovma bənzədə özün onlardandır. Bizlər indi, mən şəxsən burada görürsünüz, hər şeyim Məsihiyyət dünyasındandır, onlara bənzirəm. Deyir ki, sən özün Məsihiysən, bilmirsən. Vaqiyyət bu ki, biz Məsihi yaşırıq. Şiələr özəllikcə Məsihi yaşırıq. Mən təşəbbəhə qovmin bi qovmin fəhuvə minhum. Müqtəzasınca əgər təqlid ilə dəxi bəzi kimsənə giryan etsə, baxın deyir, yalandan gəlir. Yəni burada deyir ki, bunlar da hədisdir da, gəlibdir, neynəsin? Yəni bu hədisi adam o zaman beləsi düşünürmüş. Ol cümləyə daxildir və ana dəxi ol səvab hasildir. İmam Rızai Buxaridən. Bu kimdir İmam Rızai Buxari bilmirəm. İmam Rızai Buxaridən rivayətdir ki, xaç-ı Kərbəla bər tinəti pak, bir tinəti pakdır. Kim anda toxm şəhadət düzülmüş, kim
anda toxum şəhadət tökülmüş. Orada o qədər bizim şəhidimiz var tarixdə ki və nəhali müsibət dikilmiş, əkilmiş, dikilmiş də deyirik də, yəni orada dikiblər ağacı. Biz orada nəhal deyəndə yəni hazır ağac, toxumu əkirik, amma tikmək deyəndə ağacı aparırıq, məsələn 1 illik ağacı alırıq, aparırıq əkirik məsələn. Bu əkməkdir, dikməkdir. Əgər cuyubari didə-i nəmnakidən ani sirab etsələr əd-dünya məzləətül axirə müqtəzasıncə ruzi rizvan. Bu hədisi mən çox sevirəm. Əd-dünya məzləətül axirə. Dünya qiyamətdə olan dünyanın, axirətin əknəcağıdır. Bu dünyada nə əksən orada onu toplayacaqsan, biçəcəksən. Əcəba bu dünyada yalan əkək, günah əkək, o dünyada yalan günahımız üçün ağlamışıq. O dünyada değişdirəcəkdir. Yəni bizim bir ağlamağımız ya özümüz vuraq ağlamağa. Əslən bu İmam Hüseynlə cür gəlməz, Allahla ki əsla cür gəlməz. Çünki Allah məsələn onda İsa'ya da hər kəs inansa məsələn gedəcək behişdə. Çünki İsa da Allah yolunda ölübdür. Həm də o da peyğəmbər deyil. Peyğəmbərin oğlu da, nəvəsi də deyil. Əd-dünya məzrəətül axirəti müqtəzasıncə ruzi rizvanidə ol toxmun nəticəsi əsmar tənəumat behişti baqi olə və ol nəhalun səmərəsi asari ləzzati nəimi muəbbid olə. İntifai niran qəhr ilahi qılə. İntifa söndürməyə, indi bunu yazaq, mən bunu biraz şək eləmirəm, yəni söndürməkdir. Amma onun kökü yadıma düşmədi. İntifa nə demək və nə demək? İntifa söndürməkdir əlbəttə. İntifai ərəbcə əsli bir sözdür. Kökü və saxtımanı rişəsi təfəə. İntifaə feilidir. Sönmək, xamış olmaq, nurun yox olması ya yoxulması. Tamam, bu dedikdə yəni söndürməkdir, amma isə təfəə sözündəndir. Onu istirdim biləm ki, onu da bildik. İntifai neyran ilahi, qəhr ilahidir. Qəhr ilahi Allahın qəzəbi. Allah niyə qəzəb olar? Əslən Allah məsələn siz fikir eləyin ki düzəldirsiniz. Maşın təmir edirsiniz. Fabrikada maşın düzəldirsiniz. Hər maşını, hər bir dəzgahı məsələn niyə ona qəzəblənərsiniz ki? Bir şey düzəltmişsiniz, işləyir. Qoymuş sonra işləsin. Siz ona verdiğiniz güc kimi də işləyir. Məsələn, maşını deyək ki, siz düzəltmişsiniz, bunun 200 kilometrdən sürəti ola bilər saatda. Onun nə günahıdır? Bir nəfər onu götürür, məsələn, 100 ilə getmək yerinə 150 ilə, 200 ilə gedir. Onun nə günahıdır? O maşının nə günahıdır? O gücü sən onda qoymusan. O maşını əzəmməsən, sürücünü əzə bilərsən. Bizim sürücümüz Allahdır bizim baxışımızda. Çünki Allah bizə deyirlər, Quranda deyir ki, iradə eləməsə siz bir iş görə bilməzsiniz. Hər iradə mənfi ya müsbət Allahın iradəsinə bağlıdır. Allahın iradəsinə bağlı olan sonra tamam, biz nə karıyıq ki, yəni məsələn, niyə gərək mücazat olaq? Və niyə Allah gərək öz işinə yaratdığına məsələn xəşm edəyəslər? Məsələn, Allahın niyə gərək xəşmi, əslən niyə gərək Allah əsəbani ola, niyə gərək qıza, niyə gərək narahat ola? Əslən Allah məsələn, siz Allahı kürədən çıxada bilərmisiniz? Mən Allahı məsələn nə qədər günah edirsən elə Allahın nə rəbti var ki, məsələn, Allah'a neyinirsiniz, zərər vurursunuz. Biz əgər bir şeyə narahat olursunuz, zərər alırıq ondan, narahat oluruq. Allah ki, zərər almır. Niyə narahat olsun ki? Ona görə mən bunu qəbul edəmirəm ki, intifai nirani qəhr ilahi qılə. Şeir.
خاک پاک کربلاdır ol mübarək buqəkim. Anda təhsil mətalib eyləmək asan olur. Mətalib arzular, istəklər. Əşki dökmək, ah çəkmək zayi olmazdır həşr. İştibah oxudum. Əşki dökmək, ah çəkmək zayi olmaz روز حشر. کام بخشی چشم پرخون و دلی سوزان olur. Aşk anın qətrəsi gülbərci gülzari behişt. Aşk anın qətrəsi gülbərci gülzari behişt. Dud ahun məddi nəxli ruzi rizvan olur. Tamam. Mən fikir edirəm ki, bu günləri bir saat 40 dəqiqə oxuduq. Buradan bu üzə gedirəm, buradan oxuyaq. Buradan bəlli olan ki, bilmədim hələ ki, istirdim mən əslində görüm ki, bu nə deyəcək? Gedək bablara. Babları, o yerdə ki, bablardan danışırdı. Bunu azaldım biraz. Gedək o babları, bablara gəlir. Görək bu kitabın qonusu nədir? Özün tanıtdırır, ilin tanıtdırır. Bir dana da səhvə, burada tərcümə eləməyəcəyəm. Aha, beləsidir. Tamam. Biraz yedim daldan oxuyum, görüm ki, bu nə mənədir. Şeir. Deyir ki, biraz dallıqdan oxuyum, görüm ki, nə mənədir. Deyir ki, şeir. Mühərrəmdir bəhari gülşəni ғəm, nəsimi dilkişi ahu madəm, ahi dəmadəm. Mühərrəmdir bəhari gülşəni ғəm, nəsimi dilkişi ahi dəmadəm. Ol eylər sizə, o eylər səbzəyi müjgani qəmnak, ya qənnak, belə bir şey. Ki güllər qunçəsinə ol salar çak, ki güllər qunçəsinə ol salar çak nəsr. Amma cəmi müddətdə məcalis və məhafildə təqrir olunan vəqai Kərbəla və keyfiyyət əhval şühəda farsi və tazi ibarətində bəyan olmağın işraf ərəb və ana və əkabir əcəm təməttü bulub əizzeyi ətrak cüzvi əzəm tərkib aləm. Diqqət buyurun. Əkabir, bir də bunu oxuyayım. Calibdir. Zahirən bu kitab İmam Hüseynin haqqındadır. O haqqı da yazılıbdır. Amma oxumasaq bilməyəcəyik. Amma cəmi müddətdə məcalis və məhafildə təqrir olunan vəqai Kərbəla və keyfiyyət əhval şühəda farsi və tazi ərəb ibarətində bəyan olmağın işraf ərəb və əkabir əcəm təməttü bulub. Ləzzət aparıblar deyir bu da fars və ərəb dilində. Əizzeyi ətrak. Diqqət buyurun, çox gözəl cümlələrini deyir o. Əizzeyi ətrak cüzvi əzəmi tərkib aləm və sinfi əksəri nوعی bəni adəmdir. Sətri zayidi səhayifi kütüb kibi, sətri zayidi səhayifi kütüb kibi, sufufi məcalisdən xaric qalıb, istiqai idraki həqaiq əhvalidən məhrum qalırlardı. Bu səbəbdən İmam Hüseynin qəziyyəsini anlamırdılar türklər, görmürdülər, bilmirdilər, oxuyanmırdılar, məhrum qalmışlar, məhrum qalmışlar dedi da. Bu səbəbdən iqtizai umumi matəmi al zəbanı hal ilə, yəni onu görməmişik. Zəbanı hal nə deməkdir? Biz bilmirik nə keçibdi, nə olubdu, nədir. Hadisəni bilmirik. Bizim özümüzün anlayışımız olur zəbanı hal. Məsələn, biz görürük ki, diqqət buyurun zəbanı hala bilmirsən. Görürük ki, gecədir, qaranlıqdır. Şəm yandırmışıq, ya çıraq yandırmışıq. Pərvanələr gəlir bunun dövrəsində, uçanların çoxu, hətta mığmığa, nə bilim, milçək, gəlir bunun dövrəsində fırlanır, od tuturlar, yanırlar.
Biz bilmirik nə ittifaq düşübdür. Əslində bilmirdilər. İndi bilirik ki, işığa gəlir, istiyə gəlir. İsti və işıq. İşıq istinin əlamətidir. Onun üçün gəlirlər bunun dövrəsinə. Aşiq deyil bu ota. Şəmə aşiq deyil. Şəmi yandırılmışlar, qoyulmuşlar. Çıraq yox imiş, onu qoyulmuşlar. Bu da gəlirmiş ora, orada dolansın, ölürmüş. Siz eşikdə hər zaman bir çıraq yandırsaz, işıq olsa, isti olsa, o uçan şeylər ona gedərlər. Milçək olsun, mığ-mığa olsun, arı da bəlkə gedər, arı görməmişəm. Kəpənək olsun, gedərlər bunun dövrəsində. İstəyirlər ki, bu işığa girələr. Nəinki işığa. Çox ləzzət aparırlar istidən, yanırlar. Biz bunu gördük, anladığımız üçün deyirik ki, o aşiq pərvanədir. Onun da dilindən şeir deyirik. Pərvanənin şeirini deyirik, Şəmi məhkum edirik. Şəmin dilindən bu zəbanı hal budur. Yəni biz bilmirik nə keçir, onu özümüzün düşüncəmizi nisbət veririk Şəmi o pərvanəyə. Bu da onu istir deyə. Zəban hal ilə bəni xaksarə təərrüz etdi. Dosti təərrüzlə ciribanım tutdu. Ki ey pərverdiyi xan ni'məti feyz şahı Kərbəla, Fuzuliyə mübtəla, nə ola əgər bir tərzi məcdudə muxtəri oləsən. Əgər bir tərzi məcdudə ya mücəddədə muxtəri oləsən və himmət tutub bir məqtəli türki inşa qiləsən. Məqtəl qətlinamə. Məqtəl yazır. Kitab dilə bunların adını məqtəl deyirlər. Bəs bu kitab ki, həqiqət üzrə bilin məqtəlnamədir. Bir dedik, bu da özünün anlayışı, özü hər şeyi ki hiss edir, onu İmam Hüseynə, o Kərbəlaya deyəcəkdir. Ya Yezidin tərəfdarlarına deyəcəkdir. İnşa qiləsən, inşa yazmaq. Yaratmaq əslində. İnşa nəşr sözündən, nəşv-i nüma sözündən ki göyərir. Bu inşa da odur. Yəni göyərtmək, yaratmaq, yazmaq, vücuda gətirmək, yoxdan bir şey yaratmaq. İnşa bu deməkdir. İnşa qiləsən ki füsəhai türki zəban istimaindən təməttü bülələr və idrak məzmunində ərəbdən və əcəmdən müstəğni olələr. Şeir. تکرار ذکر واقعی دشت کربلا مقبول خاص و عام صغار و کباردür. Təğrir edənlərə səbəb izzu ihtişam, təhrir edənlərə şərəf rüzgarıdır. Nəsr. Mən ki bu nəsihəti əsğa qıldım. Əsğa nə deməkdir? Ya əsğa olacaqdır. Görün bu əsğa nə deməkdir? Birinci dəfədir bu əsğa sözünü eşidirəm. Əsğa. Səği sözündəndir, amma əsğa ərəbcə sözdür. Güş verdi. Diqqətlə qulaq astı. Pəs qulaq vermək, dinləmək diqqət ilə. Buna deyirlər əsğa. Ben ki bu nəsihəti əsğa qıldım və bu xidmətin məhz səadət olduğunu bildim, ədəmi istitaət və qilləti bəzaətdən ehtiraz və ictinab etməyib əl-xaminə əncamına təvəccüh qıl, əncamına işi görməyə təvəccüh qıldım. Əgərçi ibarət Türkidə bəyan vəqai düşvarıdır, zira ki əksər əlfazı rəkik və ibarati nahəmvarıdır. Diqqət buyurun. Türk dili ədəb dilidir, mərifət ərkan dilidir. Fars dilini ona görə yazıblar. Bir də oxuyayım bu cümləni, çox calibdir. Mən bunu mən bəlkə 7-8 il bundan qabaq Türkiyədə bir türkəmən xanımla danışırdıq, ailəsi ilə danışırdıq. Onda işlətdim bunu ki, Türk dili ədəb dilidir, mərifət dilidir. İndi isə burada birinci dəfə bir kitabda görürəm ki, aynı düşüncəni mənlə paylaşır. Mən ondan paylaşırmışam. Deyir ki, əgərçi ibarəti Türkidə bəyanı və qayə düşvarıdır. Niyə? Mən dedim, bəlkə əvvəl bunu oxuyanda dedim, bəlkə Türkçe dili zəifdir. Deyir ki, nə mənə?
زیرا که اکثر الفاظی رکیک و عباراتی ناهمواردür. چی او حادثه ها ümid ki himmet اولیا اتمامine müsait ola ve enzamine muavinet gile. Şiir. Ey feyz resan Arab و Türk ecem, قلدن عربی افصح اهل عالم، آندن فصحای عجمی ایسیدم یا ایسادم، ادن فصحای عجمی ایسادم، ben Türk زباندن التفات eylemekəm. İlahi, vaqifi keyfiyyət hal və aləmi dəqaiq əhvalisən. Bilirsən ki, səndən qeyri muin və muzahir yoktur. Və ətrafu cəvanibdə hasidu muanidüm çoktur. Muanid düşmən. Hətta düşmən deməsək, onlar ki mənim müxalifimdirlər, məni sındırmağa çalışanlar. Düşmən deyək də elə. İnad eləyənlər licacət, ləcuzlar. İnad sözündən gəlir. Əmim-i məkkarimdən, əmim kör, məkkar hiləgər. Əmim-i məkkarimdən və kəmal-i mərahimindən, üzr istəyirəm. Əmim-i məkarimündən, məkarim məkrəmətlər, kərəmlər, yaxçılıqlar, gözəlliklər, əmim-i umum olacaq bu da. Əmim-i məkarimindən və kəmal-i mərahimindən təvəqqü budur ki, mərahim mərhəmətlər. Bu bənai mücəddədi təmirində və bu mülki müəbbədi təsxirində alfaz və məanidən cəmi məsalihim məhəyya qılasın. Məsalih bilirik, saxtımanı bina tikəndə məsalih lazımdır. Çoxlu bir şeylər lazımdır ki, bunları bir-birinin üstünə qoyub bir bina dikilə. Ona məsalih deyirik. Dildə də bir kitabı yazmağa məsalih lazımdır. Bu məsalihə neçə şey lazımdır. Biri ruhi cəhətdən insan rahat olmalıdır. İkincisi beyni yaxşı işləməlidir. Sözləri, o sözləri ki istəyirəm onu tapmalı şeylər. Üçüncü, qələmdə bir yazı, sürət və gözəllik olmalıdır ki oxuya bilinsin. Və mühəyya qılasın və ərbab həsəd və əshab inadı hücum etdikcə bana müin və müsaid olasın. İnnehu əla kulli şeyin qadir. Hala əlsini ərəbdə məzkur olan məqtəli Əbu Məxnəf və məsrə'i tavusidir. İki kitabın adındadır. Biri məqtəli Əbu Məxnəf və biri də məsrə'i tavusi. Dür ki, Seyyid Rəziyyəddin Əbulqasım Ali ibn Musa ibn Cəfər ibn Muhammed Tavusi kəmal təhqiq və tədqiq ilə əsnad mütəbərdən nəql edib itmaminə ihtimam etmiş və əfvah əcəmdə məşhur olan kitab Ruzə-i Şəhəda, Ruzət-i Şəhədadır ki, bu da Fars dilindədir. Ruzət-i Şəhədadır ki, Həzrəti Əfsəhül Mütəkəllimin Mevlana Kəmaluddin Hüseyni Vaiz tətəbbü təvarix və təfasir edib və qətəliyi yazmağın rivayətləri dərəcəyi səhhətə yetmiş və bəni xaksar niyyəti oldur ki, əsl təəlifidə Ruzət-ü Şəhədaya iqtida qılıb. Ruzət-ü Şəhəda kitabına deyir ki, ona iqtida qılım, onu önümdə tutum, ona imam kimi. Namazda biz iqtida edirik imamaha, cəmaət namazında. Tətəbbü, təvarix və təfasir ödü və qətlə yazmağın rivayətləri dərəcəyi səhhətə yetmiş və bəni xaksar niyyəti oldur ki, əsl təəlifidə Ruzət-ü Şəhədaya iqtida qılıb sayiri kütübdə olan nukat-ı ərəbiyyələri mümkün olduqca ona əlavə qılam. O kitabı yazacağım, amma birisi kitabları olanları ona əlavə eləyəcəm. Və həqiqət-ü süəda ilə mövsum edib.
Pəs kitabın adı Həqiqətü Səadadır, özü adını qoyubdu. Onun 10 bab və bir xatimədə surət-i təlif itmam edərəm. İtmam deyirəm. İnşallah Teala. Ehtimalən deyirəmdir. Deyirəm yəni yetirəm. İnşallah Teala. Bab əvvəl bəzi ənbiya əhvalını bəyan edər. İkinci bab Həzrət Rəsulun Qureyşidən çəkdiyi cəfaləri bəyan edər. Üçüncü bab Seyyidül Mürsəlin vəfatını bəyan edər. Dördüncü bab Fatimi Zəhra vəfatını bəyan edər. Dördüncü babdan sonra altıncıya geçibdi. Beşi yazmayıbdı. Niyə yazmayıbdı? Baş tapmadım. Aha, qıraqda yazıbdı. Burada çıxıbdı. Nüsxəçi yazmayıbdı. Nüsxəçinin yadından çıxıb, nüsxəçi qıraqda bir çərçivə açıbdı. Orada yazıb ki, 6-cı bab Həzrət-i Mürtəza vəfatını bəyan edər. 6-cı bab Həzrət-i İmam Həsən əhvalını bəyan edər. 7-ci bab İmam Həsənin Hüseynin Mədinədən Məkkəyə gəldiyi bəyan edər. 8-ci bab Müslim Əqilin və ovladının vəfatını bəyan edər. 9-cu bab Həzrət Hüseynin Məkkədən Kərbəlaya getdiyi bəyan edər. 10-cu bab Həzrət Hüseynin şəhid olduğunu bəyan edər. Xatimə Müxəddərat əhl-i beyt. Müxəddərat xanımlar, xanım bölümünə, xanım tayfasına, qadın tayfasına, qızlar, xanımlar, onlara müxəddirat deyilir. Xatimə Müxəddirat əhl-i beytün Kərbəladan Şamə getdiyin bəyan edər. Şeir. Ya Rəbb musafiri rəhi səhrai mihnətəm. Ya Rəbb musafiri səhrai mihnətəm. Tövfiq edib rəfiqi bana sidqi rəhbər et. Sərmənzili muradə yetur sərbülənd qıl. Məhrum qoyma cümlə muradın müyəssər et. Bab-ı əvvəl başlayır buradan kitabı. Pəs bu kitab qonusu nədir? Qonusu məqtəli şühədai Kərbəla. Dediyimiz kimi zəbanı haldır. Tarix deyil. Orada gedib görməyib gözü ilə. Orada oturub yazmayıbdır. Bilirik ki, hətta əgər məsələn bir nəfər qoyasınız ləşkərin, yox savaş bir düz yerdədir. Bir nəfər burada dura, baxa. Deyə mən istəyirəm yazam. Gözü bir yerə can görər. Qalanın görməz. Nələr geçir arxalarda, böyüklərdə, onları görməz. Əgər bu adamı çıxadasınız, qoyasınız bir təpənin üstünə, deyək bir dəvənin üstünə. O dəvənin üstündən baxa, ya bir cərəsəğilin üstündən baxa, bir kamyonun üstündən baxa. Bu da biraz görər. Əgər bu adamı aparasınız, soxasınız savaşın içinə, bu çox az görər. Amma bir adamı çıxadasınız bir dənə dağın başına, oradan baxa bu küllü bu savaşı görər. O da bunun birazını görər, hamısını yenə görməz. Onun içində keçən məsələləri görməz. Birincisi, onun cüz'iyyat ki, onun içində keçir, onu görməz. Elə bir şey, siz çıxmışsınız, məsələn, bir dənə dağa, oradan baxırsınız şəhərə. Siz küçələri görməzsiniz, küçələrdə gedənləri görməzsiniz. Orada savaş olsa, xoşluq olsa, ölülər, toylar, bunları görməzsiniz. Siz fəqət şəhəri görürsünüz. Şəhərin içinə gəlsəz, bir məhəlliyə gəlsəz, bir küçəyə gəlsəz, o küçədəki qapıları görərsiniz. Evlərin içində nə keçir, onları görməzsiniz. Şəhərin o divarların, küçələri görərsiniz. Və getdiyiniz yeri görərsiniz. Oradan qıraqdakıları görməzsiniz. Bunun üçün tarix yazmaq, hətta girsəz məsələnin içinə, ya kulli baxacaqsınız, dağdan baxacaqsınız, ya girəcəksiniz, cüz'i baxacaqsınız məhəllənin içində. Hətta girsəz bir evə, o evdən eşiyi bilməzsiniz, şəhərdə nə keçir. İndi buradan üçün istiyoruz kitabı tutaraq, əvvəldə mən istəyirəm bir tarix alam bundan, amma tarix alanmadım.
Gedim kitabın sonuna baxaq görək ki, sonunda biz bir tarix ala bilər miyiz bundan ki, hangi tarixdə bu kitab yazılıbdır? Bu kitabın hər halda göstərmişdik əvvəldə biraz. Onun üçün qeyd etmirəm bura. Miniatürləri, zadları çox əla miniatürləri var idi. Gönlüm istərdi bunları yekəldəm görsədəm, amma olmadı. Gələk bu son səhifəni, 2 səhifəni oxuyaq və kitabı qutaraq. Bilirəm çox olur, yəni saat 2 saatı geçir ehtimalən. Baxım görüm 2 saat oldu ya yox. 2 saatı da 3 dəqiqə geçir, amma bu 2 səhifəni oxumasam qutarmayacağam. Çünki istəyirəm ki, kitabdan bir tarix görüm ala bilirəm. Xan Rəfiullah, xan Rəfəallahu bin nəvaib aniz zaman ilə yevmi qavmil ilə yevmin yaqumul həşr və yensebul mizan. Ol xudavəndگار səadət dəstgahın sayi mərhəmətindən və ol kamkar mələik sipahın zilli məkrəmətindən həmişə mümtəni ola və həmvarə intifa bilə və ol sərvəri xudəstiliqa və ol sərdar sahib rای ملک آرا ملک آرا که bu nüsxi dilpəziranın hüsn işarət şərifi ilə simmət. Okey, tamam, biraz da dalıya getməliyik. Çünki zahirən burada kitabın haqqında bir şeylər deyibdir. Qeydaq dalılıq, görək ki, nələr var. Əhl-i beytə məsdud addı ki, ab Fərat onun əyyam ədalətində fərman şərifi ilə dəst təvəssüli daməni Kərbəlaya urdi və ol zulal Kəvsər misalın təhəssüründə salik olanlar, həlak olanların ərvah şəriflərin sirab etməyə çişmi iltifati cuybar mərhəmət yetirdi. شهنشاهی که اگر خامی سبزی اوصاف عدل صفحه گلزار تحریر اتسه اوراق اشجار نسیمی تزلزل گزار اتمز و اگر مثالی زرنگاری گل تورای شریفی لموشه اولسه استمرار حکمنه تقلب خزاندن خلال تغییر yetmez şiir. Ol şenşahi felek rafət ki kəsb etmiş güneş xaç buz ağustanindən ülüv iktidar. Ol serafrazi mülk siret kim almış asman xidmeti dergah qadrindən səmüvi etibar. Yani Sultan Selatin Nişan ve Qutbi daire emn ve eman Əbülmüzəffər Sultan Süleyman ibn Sultan Səlim. Tamam. Kimin zamanında? Çağ. Çox gözəl yazdıq bunu. İndi acaba bu əslidir yoxsa nüsxədir bu zamanda yazılır? Əlbəttə ki, əsl olacaqdır. Çünki nüsxə yazan bu cür şey eləməz. Kitabın içinə keçməz. Yəni Sultan Selatin Nişan və Qutb Ayin və Qutbi daire emn و eman Əbülmüzəffər Sultan Süleyman İbni Sultan Səlim xan. Birinci Sultan Süleyman olacaqdır. Səlim xan Rəfəallah. Tamam. Bunu yazaq görək ki, bu kitab ha zaman yazılıbdır. Onu burada tarixini çıxaq. Sultan Süleyman Xan ibn Sultan Səlim xan. Allah Teala rəhmət eləsin. Görək buna görə Sultan Səlim xan ibn Sultan Süleyman xan ibn Sultan Səlim xan həman Sultan Süleyman Qanuni, Solomon the Magnificent, Süleyman Magnificent. Müşəxxəsat. Dədəsinin adı Sultan Səlim Əvvəl Yavuz. Təvəllüd 6 novembr 6 Şəban 900. Təvəllüd 900 Hicri qəməri 6 Şəban. Fot vəfat 21 Səfəri
Səfəril Müzəffəri 974. 974. Yəni 74 il ömr eləyibdi. Səltənət 926, yəni 26 yaşında yetişib şahlığa 74-də can səltənət eləyibdi. Yəni 46 il səltənət eləyibdi. Bu kitab bu zamanda yazılıbdı. Deyək ki, o yüzdür, bu yüzdür. Ortaların tutaq da, deyək ki, 66 ilə 20-nin arası 46 il, 20 3-ə bölsək, 40 ilə 940 ilə 950 arası deyək. Deyək ki, 950. Kitabın yazılma tarixi 950 Hicri qəməri civarında olacaqdır. Tamam. Bu kitab yəni 950-də yazılsa, indi də 1400 bunu hesablayaq. İndi 1447-dir. Bundan çıxsaq 950 üst-üstə. Hüdüdən 500 il öncə bu kitab yazılmışdı. 500 il öncə yazılmış ola bilir. İndi bundan nüsxələr çıxmış ola bilər. Bu ola bilər biz bir nüsxədir əlan əlimizdə. Rəfəallahu bin nəvaib əniz zaman ilə yevmi yəqumul həşr və yənsubul mizan. Ol xudavəndigar səadət dəstgahın sayi mərhəmətindən və ol kamkar mələik sipahın zilli məşrəmətindən həmişə mütəmətti olə və həmvarə intifa bilə və ol sərvəri xücəsti لقا و اول سردار صاحب رای ملک آرا چی bu nüsxe dilpazir anın hüsn işaret şerifiyle semti tahrir bulmuş ya simeti tahrir bulmuş ve anın lütfi ihtimamiyle müsteiddi saadeti testir olmuş cahandari. Bakın Osmanlı şahı deyib daha bunu İranda filanda deməyiblər. Testir olmuş cahandari ki pirayi hifz و حراستی ilə حوزه İraq Ərəb zəngi nigar ya jəngi nigaristani Çin tutmuş, rəng olacaqdır, j yazıbdır, jəngi nigaristani Çin tutmuş və kəmali herzu gülü gülzar dövlət و iqbal aftabi sipircah و celal cüher mədəni səxav و kərəm cüher mədəni səxav و kərəm zübdi firqi bəni Adəm ملجعی خواص و عوام اعظمی اکرمی عظام و کرام. نصر یعنی کهف الفقراء و صدر الامراء معز الرفعه و العزت و العلا محمد پاشا حفظه الله. محمد پاشا kimdir, nə qarədir? Görək bu kimdir? محمد پاشا حفظه الله اما yaxafu və yaxşa. O şeydən ki, qorxur, hər halda çəkinir. Əl-minnətu lillah ki, bu tərzi məlal əfzay qəmənduz və bu nüsxi can güdaz cigərsuz əhsən-i saat və imən oqatıda səmti ixtitam buldi və məsləhəti təfhim əvam üçün تکلیفات رسمیدن معرا و استعارات بعیده و اسجائی غریبeden اسجا sec'ler yani bu şiirde ahenci vardı onları istiriyor ve escai garibeden müberra tamam oldu. Tevekkü budur ki füzelay belagat pişe. Tevekkü budur ki füzelay belagat pişe ve füsehay dikkat endişe اندیشدن که بنای تعلیفine ve terh tasnifine nazar dikkat yaraktıkta yarakmaq, yarak bəzəmək, geyinmək, bir şey biz deyirik, yaraqlanırıq. Yaratdıqda islahi xətasına
iqdam və ihtimam edələr. Əcəb insan nə qədər şey özünə aşağı tutur. Biz də 2 kəlmə bir kitab oxuyuruq özümüzü və mühərriru müqərrərən və müqərrən dua ilə yad edələr. Allah Teala rəhmət eləsin, ruhu şad olsun, Allah bağışlasın inşallah. Qəbul-i üzr ilə hər nüqsanın lütfi ümimiləri ilə qəbul edələr. Şeir. Qutarırıq, kitabı qutarırıq. Hücum-i mehnət dövran məluli, giriftar-i qəmi aləm fuzuli, dəcül ol ləhzi-i güftare qadir. Dəcül o ləhzi-i güftare qadir, kim olə qabili səm'i əkabir. Qılır cəmiyyəti dil ləfzi dilkeş, qılır cəmiyyəti dil ləfzi dilkeş, müşəvvəş söyləməz illa müşəvvəş. Dilkeş də çox beləsi olar. Qılır cəmiyyəti dil illa müşəvvəş, gəl ey hal təkəllümdən xəbərdar. Gəl ərrüz qılma zinhar. Təmmə, qutardı. Qəd vəqəl fəraq min təhriri hazəl kitab fi şəhri zilhəccətil müstətab ən yedə Əbdüssəməd Muhammed ibn Xacə Əhmədi fi 85 və 9. Yazan kimdir? Nüsxədir, bəllidir. Yazdı, kitab üstə qutardı. Gəlir deyir ki, qəd vəqəl fəraq min təhriri haz. Təhrir nəni nüsxə? Nüsxə yazır. Hazəl kitab fi şəhri zilhəccə nüsxə tarixi yazıq biləsi. Burada yazsıq qalsın. Nüsxə tarixi. Zilhəccəti əl-müstədab. Ən yədil hançı il? Fi 85 və 900. 995. Görün, mən bunu yazım. Bəlkə iştibah elərəm birdən. Ona görə bunu yazım. 85 və 900. Beləsi yazdım mən. Əlbəttə bu 900-ni iştibah yazdım. Görün, düz yazmışam sonra. 85 və 900. Tamam. Kaş buna bir şey qoyaydım. Nə deməkdir? هر واژه رو جلوگیری می‌بینیم. 85 80 80 80 900 deyir ki, gəl az 900 985 95 deyil. 985 985 nüsxə tarixi. Yazan kimdir? Nüsxəçi kimdir? Nüsxəçi. Yəni Əbdüssəməd Muhammed ibni Xacə Əhməd. Xacə Əhmədin oğlu Əbdüssəməd Muhammed. Bu da bunu yazan. Tamam, kitab qutardı. Tarixini tapdıq, çağını tapdıq. İndi burada çox bu nüsxə ilə şeyin arasında fasilə var. Çünki yazan özünü tanıtdırdı, nüsxəçi özünü tanıtdırdı. Biz bildik ki, bu nüsxəni yazıbdı. Kitabı yazan bilirik ki, Fuzuli özüdür. Onu bilirik. Əvvəldə də oxuduq. Əgər səhv eləmirsəmsə, onu oxuduq. İndi biz nəzərimizə gəldi, yəni o yüz bu yüz, dedik ki, biraz o yüz, biraz bu yüz. Kitabı Sultan Süleyman Həzrətləri, Sultan Süleyman Qanuni,
Səlimin oğlu, Sultan Süleyman Səlimin xanın, Allah hər ikisinə rəhmət eləsin, onun oğlu işarə eləyibdi, istəyibdi. Yəni işarə demək, yəni istəmək ki, filan kəs sən bu haqqda bir kitab yaz. Bu da götürüb bir kitab yazıbdı. Sultan Süleymanın 26 yaşında səltənətə çıxmağı və 46 il səltənət eləməyi, bunu orada gördük. Bunun ortalama tutduqca ortalama ola bilər, biraz 10 il o yüz olsun. Yəni o şey daşımır. Hər halda şahın dirilik zamanında yazıb. Hətta axirində də yazsa yenə dirilik zamanında yazıbdı. Və bu 900 biz dedik ki, məsələn kitabı 950 civarında. Ola bilər 60-da yazsın, ola bilər hətta 70-də yazsın. Amma o zamanlarda yazıbdı. Çünki Sultan Səlim özü 74-də ölübdü. Allahın rəhmətinə gedibdi. O zamanda yazıbdı. Bəli, bu nüsxə ki biz oxuyuruq, bu 985-də yazılıbdı. Bu nüsxə, əl yazma. Onun üçün də bir iştibahını da tapdıq orada. Dedik ki, bu iştibahı da eləyibdi, sonra da o iştibahı qıraqda düzəldibdi özü. Nüsxə. Çünki yazar bu iştibahı eləməz. Çox çətindir. Mən 2 kitab açmışdım, ikisini oxumağa, amma bu günləri bir əl yazma ilə 500 illik oldu, bəli. 500 illik bir kitabla tanış olduq. Əl yazma türk dilində və çox gözəl. Yəni, mən bunun oxumağında bir-iki yerdə gücəndim. Amma ləzzət apardım. İnsafən Allah bunu yazana rəhmət eləsin. Bu bizə türk dilində əvvələn, əgər bunu, dostlar, məqtəli siz məzhəbi baxmayın. Məqtələ bir roman baxın. Bir acı roman. Bir qüssəli roman. Bir dərdli romana baxın. Deyir ki, bu bir romandır. Çalışıbdır ki, tarixi faktlara və kitablara istinadən bir roman yazar. Bu olar demələ bir ədəbi əsər olar. Bizim dilimizdə bir ədəbi əsər, dramatik roman. Ki, əlbəttə, roman mümkündür ki, faktı, həqiqi faktı və toplumda ya tarixdə faktı onun olmaya, zehinsel olar. Məsələn, mən bir roman yazırdım. Bakirə fahişələr. Məsələn, bunun eşikdə desəm var idi. Eşikdə bunun şeyi ilə tanış olmuşdum, adamı ilə. Bir növ, müstəqim yox, amma qeyri-müstəqim tanış olmuşdum bir şəxslə. Onun, məsələn, onun fəqət adın və şeyin bilirdim, amma bunu mən bir romana çevirmişdim. Yəni, bir Azərbaycanın tarixi içində bir şey yazırdım ki, onun %99'u eşikdə yox idi. Onları mən yaradırdım. Albatta şəxsiyyətlər, yaşamışdım şəxsiyyətlər. Yəni, dədəm, nənəm, bunlar diridirlər, özüm diriyəm və bunlar yanımızda olanlar, kəndimiz, şəhrimiz, dağımız, məmləkətimiz diridir, qalır. Bunlar var idi. Amma o nağılın külliyyatı, nağıl ki, o şəxsiyyətləri birinə yapışdı, o nağıl mənim zehnimdə idi. Eşikdə yox idi. Bu romandır. Amma o zaman ki, siz gəlirsiniz, tarixi bir şəxsiyyətləri də bunun içinə qatırırsınız və onların zindicanlığına da gedirsiniz, çalışırsınız ki, bir şeylər tapasınız. O olur nə mənə? Tarixi bir roman. Müstənəd, adcacan da olsa müstənəd olur. Məsələn, Dumanlı Təbriz. Dumanlı Təbriz müstənəddir, biraz tarixə bağlıdır. Romandır, amma tarixə bağlıdır. Coğrafiyaya bağlıdır, tarixə bağlıdır filan. Bunun üçün o əhəmiyyəti var. Bizim dilimizdə yaranıbdır. Bizim dilimizin ədəbi gücünü göstərir. Və bir kitabdır, bir adam bunu yazıbdır, biz buna lazım deyil, hətmən deyək ki, burası qələtdir, burası düzdür, burası yalandır, burası əyridir. Bunları deməyə ehtiyacımız yoxdur. Roman olaraq baxaq, deyək bir adam çalışıbdır, bir zaman o zamanın imkanatları ilə, düşüncəsi ilə çalışıb bir kitab yaza, kitablardan da istifadə edibdir. Əslində bu, çünki deyir mən kitablarda desəm, bir araşdırmadır kitabların içindən, amma kitablarda demişik yalan olar.
kitab yalansız olmaz. Kitablar yalanla dolu olarlar. Hətta bugünkü təhqiqi kitablarda da yalan görərsiniz. İllət də budur ki, görürsünüz ki, sonra deyirlər ki, məsələn, filan şeydə təəssüblə baxıbdır. Məsələn, mən dünən gecə bir araşdırmanın üstündə işlirdim. ChatGPT-dən soruşdum ki, bu qəziyyə nədir? Dedi ki, təəssüblə maskın, bu mask ki, ağıza vururuq, topluma çıxanda indi çox yerlərdə yenə deyirlər, buna istifadə edin. Mənim özümə də faydası var. Yəni mən onu vuranda soyuq dəyməm tez aradan gedir, maskı vuranda onu vururam. Amma onu bir dostumuz mənə dedi ki, bu məruzçılığı çoxaldar. Mən bunu araşdırdım, sonra gördük ki, dedi, o təhqiq ki olubdu, onda bais olub. Yəni təəssüblə baxılıbdı. Filan qonuya təəssüblə baxıbdı və faktı da çox deyilmiş. Ona görə belə bir nəticə alıblar orada. İstəyirəm bunu deyəm ki, hətta elmi kitablarda, elmi təhqiq görünən kitablarda belə, təhqiqi görünən kitablarda ola bilər ki, bir şeylər, yalanlar, iştibahlar o kitaba doğulmuş ola, özdə qeyri-əmd ola. Çünki siz, məsələn, deyək, döktürə yazırsınız, elə İmam Hüseyin haqqında gedirsiniz, kitablara müraciə edirsiniz. Yəni, gedib İmam Hüseynin zamanında yaşamayacaqsınız ki, görəsiniz nə var. Kitablara müraciə edirsiniz, kitablardan topulursunuz. Və kitablar yalanlarla doludular. Hədislər yalanlarla doludular. İslam da yalanların içində itibdir. Tarix də bu cürdür. Tarix də yalanların içində itibdir. Hər halda çox gözəl bir kitabla tanış olduq. Ləzzət apardım. İndiyəcən bu kitabın adını çox eşitmişdim, amma oxumamışdım. Bəli, indi oxudum. Biraz. 10-15 dəfə oxudum. Və ləzzət apardım. Çox gözəl imlası var, çox gözəl yazısı var və əlbəttə əl yazısı da məhşərdir. Yəni bu yazanın vaqəən Allah bu Əbdüssəməd Məhəmməd ibn Xacə Əhmədə rəhmət eləsin ki, bunu bu gözəllikdə xətt ilə yazıb ki, mən bunu oxuya bildim. Bu türkü dilində savadımın olmamağı ilə bərabər. Çox gözəl miniatürləri vardı. İstərəm dostlarımız bunu oxusunlar. Bir roman kimi heç olmasa oxuyaq. Gününüz gecəsi xeyrə qalsın. Allaha 1000 mərtəbə şükür olsun, milyardılar mərtəbə şükür olsun ki, mənə bu günü ömür verdi. Bu kitabı qarşıma çıxartdı, bundan tanış oldum. Türk dilinin bir yaratdığı bir ucubə ilə, bir yazı ilə, bir düşüncə ilə, bir anlayışla, bir tarixə və bəzi həvadisə baxmaqla, insanların ruhu ilə, içi ilə oynamaqla bir kitabla tanış oldum. Çox sevdim. Siz də oxuyun, ləzzət aparın. İnşallah Allah ömür verirsə, bir ayrı gün, bir ayrı kitab.